Sabahınız xeyir olsun, əziz müəllimlər, təkrardan. Bugün artıq təlimimizin ikinci günüdür. Yeni mövzu göndərmişdim, qeyd eləmişdim ki, mövzunu öyrənin. Sizinlə sual-cavab edəcəm və test işləmə taktikalarından istifadə edəcəyik. Ondan əlavə qeyd edeyim ki, müəllimlər, yanvar qruplarına artıq müraciətlər hədsiz çoxdur, yəni mesajları çatdıra bilmirəm. Akademiyanın meneceri hər birini cavablandıracaq, narahat olmayın. İkinci qrup çox güman ki, açılmayacaq. Amma baxıram ki, çox saylı müraciət var, yəni dəqiq deyil. Qoşulmaq istəyən mütləq əlaqə saxlasın, qruplara yazım. Yəni test işləmə taktikaları, dərslər, quizlər, sınaqlar, hər şey daxildir. Dərs haqqında qısa məlumat verim, sonra isə keçək dərsimizə. Eyni zamanda test işləmə taktikalarına. Keçən dəfə də qeyd eləmişdim. Diaqnostika və yəni tərbiyəçi müəllimlərin diaqnostikası eyni zamanda məktəbə qədər MİQ imtahanı üzrə ən yüksək nəticələr elə bizim qrupdan çıxan müəllimlərin nəticələri oldu. Hansı ki, hər biri həm dərsi, həm də test işləmə taktikalarını mükəmməl öyrənmişdilər. Daxil olub YouTube-da Aida Azadlı yazıb bütün videolarımıza və nəticələrimizə baxa bilərsiniz. Hər biri 50-dən yuxarıdır. Elə burada da müəllimlərimizin əksəriyyəti elə buradadır. Qeyd edeyim ki, müəllimlər, dərslərimiz həftədə 2 dəfə olacaq. Axşam saatları 9-un yarısı, belə deyim, 9-da başlayır dərslər. 10 tamama qədər, 11-ə işləmişə qədər biz test işləmə taktikaları edirik axşam. Test işlədikdən sonra, 30-40 test işlədikdən sonra keçirik artıq biz sual-cavaba. Yəni fərdi şəkildə hər bir müəllim sual-cavabı olunur və sual-cavabın kaydı sabahı göndərilir. Yəni sabah artıq qrupa göndərilir. Axşam dərsdə iştirak edə bilməyən müəllimə rahatlıqla dərsi qaçırmadan izləyə bilir. Həftədə 4 gün Telegram üzərindən yarış quizləri işləyirsiniz, Google Form testləri işləyirsiniz, Oxuyanaz platformasında testlər işləyirsiniz, PDF-lər, sınaqlar, eyni zamanda Venn diaqramı, hansı ki imtahana düşən bütün sualların izahı da verilir. Yəni test işləmə taktikalarını mükəmməl öyrənirsiniz. Situasiyaların öhdəsindən gələ bilirsiniz və yüksək də nəticə toplayırsınız. Sözsüz ki, dərslərə mütəmadi şəkildə qoşulan müəlliməyə garanti verirəm ki, yüksək nəticə toplayacaq. Qoşulan, öyrənən, öyrənməyə marağı olan, verilən dərsləri yadırğamadan öyrənən müəllimə sözsüz ki, nəticəsini də alacaq. Hansı ki, alır da hər kəs. Yəni yanvar qruplarında qeyd elədiyimiz kimi ödəniş yeni ilə görə münasibdir. İstəyən qoşula bilər. Artıq fevral ayından etibarən isə ödənişdə də fərqlilik olacaq. Və akademiya tərəfindən dərslər rəsmi Artinin göndərdiyi rəsmi mənbələr əsasında keçirilir. İnşallah yaxın zamanda bizim Artinin əməkdaşı ilə hansı ki, sırf imtahanlarla bağlı belə deyim, məzmunlar, PDF-lər, eyni zamanda bağça vəsaitləri hazırlayan əməkdaşımızla yenidən bir neçə təlimimiz olacaq. Yəni Artinin əməkdaşları ilə yaxında təlimimiz daha çox gözlənilir. Siz də qoşulun, faydalanın və imtahana nə düşürsə onu öyrənin. Əlavə məzmunla, informasiya ilə beyninizi yormayın və test işləmə taktikalarına gəldikdə isə o test işləmə taktikalarını bilməsəniz, inanın ki, imtahanda vaxt itkisinə, variant çıxmanı bilməsəniz, həm vaxt itkisinə yol vermiş olacaqsınız, həm də eyni zamanda qaydanı bilmiş olmayacaqsınız. Yəni açar məqamı tuta bilməyəcəksiniz. Ona görə də test işləmə taktikası vaxt olsun, məntiq olsun, mövzunu bilməsəniz belə sizə kömək edir. Yəni bir növü açardır da əlinizdə. Keçən dəfə də qeyd elədim. Sehirli bir açar var sanki. Bilməsəz test işləmə taktikasını işə salıb cavabı tapa bilirsiniz və imtahana düşən sualların hər bir açar məqamları qeyd olunur. İmtahana da bizim keçdiyimiz dərslərdən, suallardan düşmüşdü. Hər birini də dərslərdə vurğulamışam. Hansı suallar imtahana düşübsə. Belə müəllimlər, başlayaq artıq dərsimizə. Sualınız varsa, qeyd elədiyim kimi nömrəni də qeyd edirəm yenidən. Həmin nömrə ilə əlaqə saxlayarsınız. Təzədən qeyd edirəm, 2 nömrədir və o 2 nömrə ilə əlaqə saxlayın. Yəni ikisi də akademiyamızın nömrəsidir. Birinci nömrə 070 293 39 28. Mesajlara gec geri dönüş edilsə də narahat olmayın. Siz yazın, vaxtım olmur, bəzən baxa bilmirəm. Akademiyanın meneceri sizə cavab verəcək. Yəni narahat olmayın. Ay sonuna qədər hər kəsə cavab veriləcək. Kimə demişəm ki, qeyd eləmişəm yanvar qrupuna arxayın olsun, narahat olmayın. Yəni sadəcə yazın, davamlı yazın, israrlı olun. Bəzən gözümdən, nəzərimdən qaçır. Bu bir nömrə. Növbəti nömrəni də qeyd edirəm, onu da qeyd eləyin. İkinci nömrəmiz isə 055 293 yox, səhvdir, bircə dəqiqə. Aha. 055 802 69 66. 055 802 69 66 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Bu nömrələri kontaktınıza qeyd edin. Mənə də yazın, mən də qeyd edim ki, paylaşımları görə biləsiniz. Belə müəllimlər, ödənişlə bağlı da şəxsiyə məlumat veriləcək. Zəhmət olmasa yazarsınız, yerlərimiz azdır, mesaj hədsiz çoxdur. Yəni bəzən
dekabr qrupu üçün yazan müəllimlər oldu, götürə bilmədim. Yer olmadı. Yəni onlar artıq yanvara özlərini əvvəlcədən yazdırmışdılar, sonradan da yenidən yazanlar oldu. Maksimum açılsa 2 qrup açılacaq. 3-cü qrupu açmağa heç vaxtım yoxdur. Özünüz də görürsünüz ki, ona görə ödənişsiz dərslərimi belə yadırğamışdım nə vaxtdır. Amma yenə də dəstək xarakterli dərslərimiz başlayır. Keçən dəfə müəllimlər bizim qalmışdı Piagetdən testlərimiz. Demişdim ki, Piagetdən testlərimizi işləyəcəyik, qalanlarını. Və bugün məktəbəqədər təhsilin məqsədi, məzmunu, vəzifəsini atmışdım sizə. Hansı ki, o məqsəddir, məzmundur, vəzifədir, heç kimin yadında qalmırdı. Yəqin ki, nömrəli müəllimə qayda qeyd elədim. İnşallah bir dəqiqə chat bölməsinə də yazıram. Chat bölməsinə də yazın bir dənə müəllimlər, sonra bir dəqiqə. Aha. Nömrəni də qeyd elədim. Belə müəllimlər, yəni bugün biz Piagetdən yenidən testimizi işləyəcəyik. Hansı testlərdə qalmışıqsa. Ondan sonra məktəbəqədər təhsilin məqsədi, məzmunu, vəzifəsi haqqında sual-cavab edəcəyik. Yəni didaktik prinsiplərimiz. Didaktik prinsiplərimizdən situativ suallar verəcəm, amma bugün test işləməyə vaxtımız olmayacaq. Gələn dəfəyə salacağam didaktik prinsiplərdən testlər və eyni zamanda Venn diaqramlarına aid testlər hazırlayacağam. Venn diaqramı, uyğunlaşma testləri, uyğunluq, uyğunsuzluq, ən çətinlik çəkdiyiniz məqamlar, hansı ki, ən rahat testlər elə onlardır orada. Açar söz çox olur. Sadəcə onları tapmaq lazımdır. Dərsləri də çalışın ki, həm MİQ-in, həm də sertifikasiyanın çərçivəsinə üzrə hazırlaşın. Yəni MİQ müəllimləri deməsin ki, mən MİQ üzrə, sertifikasiyada deməsin ki, sadəcə sertifikasiya çərçivəsini öyrənirəm. Hər ikisini mütləq öyrənin. Belə müəllimlər, başlayaq inşallah birinci olaraq əl işarələrini qaldırın. Yəni burada mən kim əl işarəsini qaldırırsa, o müəllimənin birinci səsini açıram. Qaydda da düşür, özünüz də görürsünüz. Yəni burada mən demirəm, bu müəllimədən başlayaq, o müəllimədən başlayaq. Kim varsa o. Yəni belə. Başlayaq dərslərimizə. Mütləq YouTube kanalına abunə olun. Yeni dərslər paylaşılanda sizin xəbəriniz olsun. Telegram kanalına da abunə olun. Eyni zamanda Telegramda da bazar günü axşam 21:00-da Piagetə aid yarış testi başladacağam. Yarış testi istəyirsiniz. Yəni linki də paylaşacağam WhatsApp qruplarına. WhatsApp qruplarına yuxarıdan müəllimləri özünüz əlavə edin. Yuxarını basırsınız, əlavə et hissəsi var. Bütün müəllim yoldaşlarınızı, tələbə yoldaşlarınızı əlavə edə bilərsiniz. Məktəbəqədər MİQ və sertifikasiya üzrə imtahana hazırlaşanları. Eyni zamanda linklər var orada. Linkləri ata bilərsiniz, özləri qoşulsunlar. Nömrəmi verin, mən əlavə edim. Bu şəkildə, yəni vaxt olduqca mən mesajlarınıza geri dönüş edəcəm. Aha, testi başladıram, başlayaq. Bəli, Əl işarəsini hardan qaldıram? Mən əl hardan işarəsi, getməliyəm? müəllimə, əl işarəsi var idi burada. Bir dəqiqə. Müəllimə, ürək yazılan şeyi basırsınız, əl işarəsi çıxır orada. Burada bəli, baxın. Ürək yazılan hissədə əl işarəsi var. Ürəyin üzərinə basanda çıxır. Bəli, bu şəkildə yəni əl görsəniz. Başlayaq. Müəllimlər səsləri bağlayaq, xahiş edirəm. Bura indi Çox sağ ol. sağ olun. Burada indi müəllimlər çox qoşulublar. Ona görə xaos yaranır, amma yəni bacardığımız qədər yenə də diqqət yetirək də. Zoom üzrə biraz qoşulmaq çətin olur. Onu da qurtulur. Müəllimlər, evlərinizin söhbəti buradadır. Nüşabət Səfərova, səsinizi də bağladım. İlhamə müəllimə səsinizi bağladım. Xahiş edirəm, səsləri açmayaq. Bir müəllimə girir, digərləri çıxdığı üçün bəzən qarşılıq olur. Zoom-u biraz işlətməyə çətindir, başa düşürəm. Belə. Ayda müəllimə, Bəli, müəllimə. axşamınız xeyir. Axşamınız xeyir olsun. Ayda müəllimə, mən bir şey soruşmaq istəyirdim. Fiziki mədəniyyət məşğələsində iş üsulları nədən istifadə olunur? Müəllimə, ona aid inşallah dərs keçəcəm, YouTube-a da yerləşdirmişəm. İnşallah onu daha geniş danışarıq. Çünki burada mən onu o haqda danışsam dərs qarışacaq. İstəmirəm yəni qarışdırım. Siz izləmədə qalın. Fiziki mədəniyyəti də göndərəcəm sizə. Narahat olmayın. PDF-i də var, izahı da var, sual-cavab kaydı da var, testi də var. İş forması frontal, fərdi qruplarla adamın Bəli. iş usulunu dəqiq bilmirəm. İş usulu da oyunlardan istifadə olunur. Hansı oyunlardır, necə keçirilir? Mən onu sizə rəsmi sübutla göstərəcəm. Laləzar Cəfərova hansı ki məktəbəqədər hazırlığı o yazıb. Oradan sırf rəsmi sübutlarla göstərəcəm. Arxayın yaza biləcəksiniz. Narahat olmayın. Sadəcə izləmədə qalın, məşğələləri də izləyin. Yəni nə keçirəmsə bilin ki, imtahanda qarşınıza çıxacaq. %100 deyirəm. Arxayın olun. İzləyirik. Oldu müəllimə, Oldu. çox sağ ol. Sağ olun. İndi açıram bir dənə testi başlayaq. Gözləyin, gözləmədə qalın.
İndi mən dediyim müəllimə açsın səsi görüm. Səsi açsın. İndi aşağıdan başlayacağam. Səsi açsın Nərgiz müəllimə. Nərgiz yazılıb müəllimənin adında sadəcə. Səsi açanda biləcəm. Müəllimə, mən Bəli. Nara, indi A, bəli. Siz. Aha, Nara bəli müəllim. müəllimə. Aha. Buyurun müəllimə. Siz işləyin 23-cü testi. 23. Aha, aşağıdakılarda hansı Jean Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsinə aiddir? Aşağıdakılar hansı Jean Piaget'in zehni inkişaf mərhələləri nəzəriyyəsinə aiddir? Uşaqların dünyasını onların ailələri, yaşadıkları cəmiyyət, mədəniyyət formalaşdırır. B bəndi qapalı düşüncə tərzinə sahib şagirdə akademik çətinliklərlə qarşılaşdıqda çox tez ruhdan düşürlər. İnsanın idraki inkişafı öyrənmə prosesindən asılı olmadan mərhələlərlə inkişaf edir. Verbal lingvistik intellektinə sahib insanların sözlərdən həm şifahi, həm də yazılı nitqdə effektiv şəkildə istifadə etmək bacarığına sahibdirlər. Uşaqlar hansısa bəndi uşaqlar hansısa problemi həll etmək üçün aktiv şəkildə çalışmaq əvəzinə müəllimdən problemin həlli üçün təlimat gözləyirlər. Zehni inkişafı mərhələləri. Məncə bu Məhəmməd D bəndi olar da müəllimə. 23 D-mi götürürsünüz dəqiq? D götürdüm, bəli müəllimə. D. Mən çoxdan oxumuşdum Jean Piaget'i. Biraz Müəllimə yaxşı xatırlayın. Baxın, indi bircə dəqiqə deyir ki, aşağıdakılardan hansı Jean Piaget'in zehni inkişafının mərhələləri nəzəriyyəsinə aiddir? Zehni inkişafdırsa ya burada idrak olacaq, müstəqil öyrənmə olacaq, eyni zamanda olacaq, belə deyim, köməksiz öyrənmə, tək başına, toxunaraq, hiss edərək, sensomotor dövrü olacaq, ilkin-əməli dövrü olacaq. Baxaq görək, rahat şəkildə. Nə deyir burada? Uşaqların dünyasını onların ailələri və yaşadıkları cəmiyyət mədəniyyət formalaşdırır. Sosiallıq varsa, ailə varsa, cəmiyyət varsa, mədəniyyət varsa, aşağı söz Vygotsky. Bərabərdir Vygotsky. Bu Piaget deyil. Demək ki, A ola bilməz. B variantı. Qapalı düşüncə müəllimə bir dənə səsi bağlayın, zəhmət olmasa izah edim, səsimi ixov edin. Qapalı düşüncə tərzinə sahib şagirdlər akademik çətinliklərlə qarşılaşdıqda çox tez ruhdan düşürlər. Qapalı düşüncədirsə artıq bu, belə deyim, Piaget'ə aid deyil. Piaget'də açıq düşüncə, qapalı düşüncə yoxdur axı. Sonra, insanın idraki inkişafı öyrənmə prosesindən asılı olmadan mərhələlərlə inkişaf edir. Elə mərhələ sözü, idrak sözü açar sözdür də müəllimə. C variantı. D-yə baxırıq. Verbal lingvistik intellektə sahib insanlar sözlərdən həm də şifahi, həm də yazılı nitqdə effektiv şəkildə istifadə etməyə bacarığına sahiblər. Verbal lingvistik Gardnerə aiddir. İntellekt nəzəriyyəsidir. Piaget deyil. Elə o məni çaşdırdı müəllimə. O məni çaşdırdı. Niyə çaşdırır müəllimə sizə o? Niyə çaşdırır? Alimləri çaşdırdım mən, alimləri çaşdırdım. Aysan, yox. Verbal lingvistik intellekt isə o aid olur Gardnerə aiddir, bəli. Y variantı, uşaqlar hansısa problemi həll etmək üçün aktiv şəkildə çalışmaq əvəzinə müəllimdən problemin həlli üçün təlimat gözləyirlər. Müəllimin rolu varsa bu Vygotsky'də scaffoldingdir. Burada Piaget yoxdur, amma mərhələ varsa, idrak varsa, bayaq dedim ki, mərhələlərlə öyrənmə məhz elə Piaget'ə aiddir. Belə. Aha. İndi isə müəllimlər, digər müəllimə səs açsın. Xahiş edirəm, səsləri bağlayaq. İndi səs açsın görüm. Burada var Talihə Zeynalova. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun müəllimə. Buyurun. 24-ə baxın. 24 oxuyun yaxşıca. Dəqiqə müəllimə, qoy baxım bir dənə. Piaget'ə aiddir. Scaffolding yanaşması. Müəllimlər, diqqətli şəkildə dinləyin. Bu testlər imtahanda qarşınıza çıxa bilər nəzəriyyələrdən. Baxın, yəni %100 deyirəm, timing testlərdir. Yəni %100 qarşınıza çıxa bilər, çətindir və açar məqamların hamısı da qeyd olunub. Ona görə dərsi sona qədər diqqətli, mütləq yəni dinləyin. Buyurun. Scaffolding yanaşması irəli sürmüşdü. Bu deyil, bu Vygotsky'ə aiddir. Şagird sahib ola biləcəyi intellektləri araşdırmışdır. Öyrənmənin effektivliyini idraki inkişafdan asılı olduğunu vurğular. Sosial və mədəni mühitin şagirdin inkişafına müsbət təsirini araşdırmışdır. İnkişafı açıq və qapalı düşüncə tərzini araşdırmışdır. Müəllimə, burada öyrənmənin effektivliyini idraki inkişafdan asılı olduğunu vurğulayır deyə düşünürəm. Mən Piaget'ə aiddir. C bəndi. 24 nə mümkün olaraq? C variantı. C bəndi.
C variantı. B variantı. Ay Çünki sağ olun. orada İndi səsləri ciddi- bağlayaq. Baxın, scaffolding yanaşmasına scaffolding bərabərdir Vygotsky, aid deyil. Şagirdin sahib olaca biləcəyi intellekti, intellektləri araşdırmaq varsa 8-9 intellekt deyən, o da Gartnerə aiddir, Piaget deyil. Öyrənmənin effektivliyini idraki inkişafın asılı olduğunu, idraki inkişaf sizə bayaq dedim sizə ki, açar söz Piaget idrakdır. Düzdür C variantı. D variantında sosial mədəni mühitdirsə, demək ki, bu Vygotskidir. Sosiallığı Vygotsky tutub saxlayıb əlində. İnkişafa açıq və qapalı düşüncə tərzini araşdırmışdır. Burada da açıq və qapalı düşüncə tərzini Piaget araşdırmayıb, unutmayın. Belə müəllimlər, burada digər nəzəriyyələr də yazılıb. Bizə lazım olan nəzəriyyə haqqında məlumat verəcəm, kifayət edir məktəbə qədər aid. Yəni məktəb müəllimlərinin nəzəriyyələrinə ehtiyac yoxdur. Belə Bir müəllimlər, dənəsini oxuyun. təşəkkür edirəm. Sağ olun. Sağ olun. Sonra sırayla səsi açsın. Səmra müəllimə yazılıb. Semra. Buyurun müəllimə. 25. Salam. Şagirdin nifrət, ədalət, nifaq kimi anlayışları nə olduğu haqqında düşünməsi Jean Piaget'in zehni inkişaf mərhələləri nəzəriyyəsinin hansı mərhələsinə aiddir? Bu D formal əmələ aiddir. Deməli A hissi hərəki, konkret əməli, yaxın inkişaf zonası, B ilkin əməli, D formal əməli. Bu məncə D formal əməlidədir. Aha. Ay sağ olun. Formal əməli mərhələyə aiddir. Baxaq Doğrudur. görək niyə. Nifrət, ədalət, nifaq. Nifrəti, ədaləti, nifaqı mən Yəni açar burada söz kimi də vicdan demişdim. gedir. Yəni vicdan, ədalət, nifrət. Ay sağ olun. Sizin Nifrət, Elə ədalət, düşünürəm ki, formal vicdan. əməldədir. Yəni bu hamısı belə deyim də açar məqamlı ifadələri mən demişdim ki, qeyd edin. Formal əməli mərhələ. Yəni 11 yaşından yuxarıki uşaq düşünə bilir bunları. Ki məsələn nifrət nədir, Bəli. ədalət nədir, nifaq nədir, bu olsa necə olar? Bunlar haqqında tam geniş düşünürsə mücərrəd düşüncədir və bu da formal əməli mərhələyə aiddir. Açar söz kimi yazın dəftərinizə. Təşəkkürlər müəllimə. Sonra 26-cı testi işləsin. Getdikcə çətinləşəcək testlər. Çalışacağam ki, bir 40 dəqiqədə biz didaktik prinsipləri, yəni 60 demə mövzu. Çox güman ki, o mövzunu çox gözəl başa düşmüsünüz. İnanın, o qədər izlənməsi olub ki, o mövzunun. Yəni 10.000 baxışı olub. Çox yəni dərindən izah etmişəm o mövzunu. Məktəbə qədər təhsil, məqsədi, məzmunu, vəzifəsi. Çoxu deyir ki, müəllimə, məqsəd yadımda qalmır, vəzifə yadımda qalmır, məzmunla qarışdırıram. Hamısının açar sözlərini demişəm orada ki, bu sözləri belə yadınızda saxlayın. Eyni zamanda didaktik prinsiplərə aid o qədər situasiyalar canlandırmışam ki, mən inanmıram ki, o yadınızda qalmamış olsun. Belə. Səsi açsın Aytən müəllimə. Aytən. Əl qaldıranlardan. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun müəllimə. Buyurun. Digər müəllimlər də 26 səsləri gün. bağlayaq. Aha. Müəllim sinifə gec gələn şagirdi danladıqdan sonra digər şagird yoldaşı düşünür ki, müəllim dərsə gecikməyi xoşlamır. Deməli, dərsə gecikmək olmaz. Piagetə görə şagird zehni inkişafın hansı mərhələsinə başlayaraq mühakiməni yürüdür? Mühakimə yürütmək müəllimə 7-11 yaşlı konkret əməl. Niyə müəllimə? Yəni mənə onu izah edin də zəhmət olmasa. Mənim orada yazdırmışdınız ki, abstrakt düşünmə, mücərrəd düşünmə, beyində hesablama. Mən açar sözü kimi onu götürüb konkret əməl edirəm. Aha, baxın. O düşünür, uşaq düşünür ki, belə bir şey deyibsə olmaz da. Mənə elə gəl, düşünməni Burada götürərək məntiq var da bir əsas növ. Nə götürürsən. deyir burada? İndi bir dənə cümləni mən oxuyum, siz də dinləyin. Yəni biz ödənişli dərslərimizdə də belə hər müəllim dərsdə indi burada tücə müəllim çoxdur. Orada indi müəllimlər rahat şəkildə testlərini işləyirlər. Hər müəllim hər dərs bir dənə test işləyir. O da 30-40 edir. Sonra o testləri mən oturub izah edirəm ki, ola bilər başa düşməyən müəllimə özü izah eləsin və bir də müəllimləri ona görə mən danışdırıram ki, testi özünüz işləyəndə mən görürəm ki, siz nəyin həll eləməkdə hansı səhvliklərə yol verirsiniz, hansı açar məqamları itirirsiniz və yaxud düz oxuyursunuz, tələsirsiniz. Hamısına diqqət yetirirəm. Deyir ki, burada müəllim sinifə gec gələn şagirdi danladıqdan sonra digər şagird yoldaşı düşünür ki, müəllim dərsə gecikməyi xoşlamır. Deməli, dərsə gecikmək olmaz. Piagetə görə şagird zehni inkişafın hansı mərhələsindən başlayır? Yəni, birinci olaraq burada nədən söhbət getdi? Burada mühakimə yürütdü də uşaq. Birinci müəllimdən söhbət getdi, yəni ümumi olaraq, yəni müəllim nə deyir, sinifə gec gələn şagirdi danladıqdan sonra digər şagird də düşünür ki, müəllim dərsə gecikməyi xoşlamır. Yəni artıq burada məntiqi əlaqə qurda səbəb-nəticə əlaqələri. Səbəb-nəticə əlaqələri də hardadır? Konkret əməli mərhələdə. Məntiqdir, uyğunlaşmadır, səbəb-nəticə əlaqələri konkret əməli mərhələyə aiddir 26 B variantı. Sonra səsi açsın digər müəllimə.
Deyim, sırayla tez-tez işləyək, vaxt getməsin. Əsməd yazılıb müəllimənin adında, Əsməd. Aha, buyurun müəllimə. Bəli, müəllimə. Aha. Bəli, müəllimə. Müəllimə deyir 27-ni Axşamınız istəyin. xeyir. Axşamınız xeyir olsun. 27-ni. Mən gələcəkdə həkim olmalıyam. Çünki insanların sağlamlığına xidmət etmək mənim üçün dəyərlidir. Aha. Piagetə görə şagird zehni inkişafın hansı mərhələsində bu mühakiməni yürüdə bilər? Formal əməlidir də müəllimə bu. Aha. Məncə C Niyə? variantı. Aha, 27C deyirsiniz, dəqiq. Bəli. Ay, sağ olun. Çünki nə deyir? Deyir ki, mən gələcəkdə həkim olmalıyam. Çünki insanların sağlamlığına xidmət etmək mənim üçün dəyərlidir. Yəni insanlara necə faydası ola bilər? Necə? Niyə həkim olmalıdır? Oturur, Bəli. analiz edir, fikirləşir, düşünür. Yəni bu əlbəttə ki, həkim olmaq, ümumiyyətlə gələcək üzrə peşə seçmək haqqında düşünürsə, bu formal əməlinin əsas məqamlarından biridir. Bəli. Burada sonra səsi açsın. Müəllimlər, səsləri oxuduqca bağlayın siz, sırayla deyəcəm. Səsi açsın, orada Səmra yazılıb müəllimənin adında, Semra. Sonra səsi açsın, Nigar yazılan müəllimə. Səmra. Aha, yoxdur deyəsin. Salam müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Salam. O biri Nigar müəllimə, siz gözləmədə qalın, sonra sizi səsləyəcəm. 2 Nigar var. Aha. Yaxşı, Aha. oldu. Buyurun. Biriniz işləyin bu testi 28-i. Buyurun. Açın biriniz səsi, problem yoxdur. Mən oxuyum müəllimə. Bəli, oxuyun, yaxşı. 28-i oxuyun. Şagirdlərdə milli mənəvi hisslərin formalaşması üçün dövlət bayramlarının keçirilməsi mühüm rol oynayır. Deməli, məktəblərdə bütün dövlət bayramları üçün tədbirlər təşkil etmək lazımdır. Piagetə görə insan zehni inkişafın hansı mərhələsində başlayaraq bu mühakiməni yürüdə bilir? Bu kimi fikirlər hardaydı Mühakimə müəllimə? yürütmək, konkret əməli mərhələdə deyildi müəllimə, 7-11 yaş. Burada artıq yaxşı hatırlayın. Hüquqi bəndi. Formal əməli. Burada mühakimə yürüdür də. Şagirdlərdə milli mənəvi hisslərin Formal. formalaşması üçün dövlət bayramlarının keçirilməsi mühüm rol oynayır. Deməli, məktəblərdə bütün dövlət bayramlarının tədbirlər təşkil etmək lazımdır. Baxın, şagirdlərdə deyir, milli mənəvi hisslərin formalaşması üçün dövlət bayramlarının keçirilməsi mühüm rol oynayır. Deməli, məktəblərdə bütün dövlət bayramlarının üçün tədbirlər təşkil etmək lazımdır. Yenə də yekun cavab deyin, sonra mən deyəcəm. Müəllimə, səsləri bağlayaq. Səslər. Milli mənəvi hisslərin formalaşdırılması üçün bayramların keçirilməsi bunda formal əməli mərhələdir. Fikrin yox, tam indi analiz eləyək də onu. Formaldır yoxsa konkretdir? Chat bölməsində də yazın. Mən Piaget deyirəm. Piagetə görə konkret əməli mərhələdir, mühakimə yürütmək. Aha, bir dənə gözlüyün səsləri bağlayaq, zəhmət olmasa. Yeni qoşulan müəllimlər var. Yekun olaraq nə götürürsünüz indi? Aha, B götürür müəllimlər. Formal götürən var, konkret Konkret əməli götürən var. götürürüm. Siz konkret əməli götürürsünüz. Məsələn, bu Bəli. testi mənə kim izah edə bilər? İzah etmək istəyən varsa, səsi açıb buyura bilər. Müəllimə, burada Səslər. Edirsə formal əməlidir də müəllimə, mən elə başa düşürəm. Deduktiv düşüncədir də bu. Ümumidən Axşamınız xeyir olsun müəllimə. deduktiv məsələsi var da burada müəllimə. Müəllimə, burada deyir ki, milli mənəvi hisslər formalaşır. Hələn formalaşır da müəllimə. Xeyr, Hələn deyir ki formalaşır. burada, deməli məktəblərdə bütün dövrlər bayram deyir ki, mərhələsində başlayaraq deyir, mühakimə yürüdür. Hələ mühakimə yürütməyə başlayır. Məncə bu konkret əməldir müəllimə. Aha. Müəllimə, məncə də konkret əməli Mən də mərhələ. deyim. Çünki deyir ki, Mən hələn də konkret formalaşır. əməli mərhələdir və mühakimə yürütmək konkret əməli mərhələdir. Ümumidən xüsusiyə doğru gedir axı, deduktiv olur. Konkret əməli mərhələdir. Deduktiv də formal əməldədir.
Konkret əməli mərhələdir müəllimə. Ona 26-cı görə ki, 26-cı testə Formal baxın. əməldir. Mühakimə 26-cı yürüdür testlə burada. eyni testdir. 26-cı testə baxın müəllimələr. Onun Müəllimə, eyni testdir. formal əməlidir burada. Mühakimə yürüdür axı. Hə, yəni şagirdlər Mühakimə formalaşmır. Burada yürüdür axı. Yox, formaldır. Çünki Formal ümumidən əməlidir burada, bəli. Düz Ümumidən deyirsiniz, formal əməlidir. Ümumidə xüsusiyyədir. Əgər məktəbdən söhbət gedirsə, onda formal əməl gedir. Müəllimələr, indi səsi bağlayaq. Cavab formal əməli mərhələdir. Baxın. Bəli, müəllimə, çünki mühakimələr formalaşır deyəndə uca bu konkret əməl olur. Burada uca mühakimələri yürüdür. Formal əməl. İndi nədir? Burada nədir? Şagirdlərdə milli mənəvi hisslərin formalaşması üçün dövlət bayramlarının keçirilməsi mühüm rol oynayır. Deməli, məktəblərdə bütün dövlət bayramları üçün tədbirlər təşkil etmək lazımdır. Milli mənəvi hisslər, bir də var tədbir. Milli mənəvi hisslər böyük anlayışdır, tədbir isə biraz kiçik anlayışdır. Yəni, milli mənəvi hisslər formalaşdırmaq üçün tədbir təşkil etməlisən. Bu da uşaqlarda formal əməli mərhələni inkişaf etdirir. Sonra 29-cu testdə dediyim müəllimə açsın, işləsin. Dəftəri bağlayaq. Hə, bayaq Nigar müəllimə dedim. Digər Nigar müəllimə açsın. Gözləmədə qalan. Aha, buyurun müəllimə. Salam müəllimə. Salam, buyurun. Axşamınız Çox xeyir sağ olsun. olun. Siz sağ olun. Sağ olun, sizin də. 29-u oxuyuram, hə müəllim? Bəli, bəli, 29. Heç kim yazmasın, müəllimələr aşağıda itir yazı. Aha. Müəllim şagirdlərə məktəbdə davranış problemlərini həll etmək üçün layihə hazırlamağı tapşırır. Jean Piaget'ə görə şagirdlər zehni inkişafın hansı mərhələsindədir? Burada deməli müəllim uşağı məktəbdə davranış problemi. Burada formal əməlidir. Niyə formal əməli? Çünki layihə hazırlamaq. Çünki burada böyük uşaqlardır. Yəni burada layihə hazırlamağa ancaq formal əməldir. Ay, sağ olun, düzdür. Formal əməli mərhələ. Layihə anlayışı varsa formal əməli mərhələdir. Onda əsas söz kimi qeyd eləmişəm. Təşəkkür edirəm müəllimə. Düzdür. Sonra səsi Siz də açsın. sağ olun. Sağ olun. Səsi açsın. Yazılıb müəllimənin adında Kəmalə müəllimə. Kəmalə yazılıb. Səsləri bağlayaq. Müəllimə açsın. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Yəni əl qaldıran müəllimləri deyirəm ha mən. Əl qaldıranlardan. Səsim gəlmir onu bilmək. Bəli, bəli. Gəlir müəllimə. Narahat olmayın. Aha. Çox sağ olun. Sağ olun. Allah razı olsun. Sağ olun. Kəmalə müəllimə açsın səsi. Yaxşı, Kəmalə müəllimə yoxdursa vaxt itirmədən. Rəxşəndə Kərimova açsın səsi. Müəllimə buradayım. Başqa adam girdi, ona görə mən... Yaxşı müəllimə, açın onda. Açın səsi. Elə sonra Rəxşəndə Kərimova. Kəmalə müəllimə. Buyurun. Oxuyun müəllimə. Neçənci idi? 30. 30. Jean Piaget'ə görə zehni inkişafın mərhələləri nəzəriyyələrinin hansı mərhələsində müharibənin tərəfi varmı? Müharibənin müsbət tərəfi varmı deyə bir müzakirə aparırlar. Sizcə hansı yaşındakı uşaq bu müzakirəni apara bilər? Yəqin yox, dəqiq deyə bilərəm ki, müəllimə, bu formal əməlidir. Niyə formal? Çünki bu yaş dövründəki uşaq müharibənin nə olduğunu bilirdi, elə deyil müəllimə? 11 yaşdan yuxarı bilirdi. Ancaq onlar müzakirə eləyə bilərlər. Ay, sağ olun, düzdür müəllimə, təşəkkür edirəm. İzləmədə qalın, digər testlərdə sanki siz işləmiş kimi yəni işləyin. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Allah sizdən razı olsun. Siz sağ olun. Rəxşəndə Kərimova, sonra Könül Əliyeva açar səsi. Aha. Yoxdur Rəxşəndə müəllimə. Könül Əliyeva açsın. Onda Nurlana Mahmudova açsın. Mən bəli, axşamınız xeyir. Aça bilmədim, ona görə üzr istəyirəm. Buyurun. 31 oxuyuram da. Müəllim keçirilən bölmənin sonunda bölməyə aid test tapşırıqları hazırladığını bildirdi. Bu sual yazacaq bölmədə feilin şəkillərini də keçmişik. Deməli, müəllim feilin şəkillərindən də sual yazacaq. Piaget'ə görə şagird zehni inkişafın hansı mərhələsindən başlayaraq bu mühakiməni yürüdə bilər? Bircə dəqiqə müəllim keçirilən bölmənin sonunda bölməyə aid test tapşırıqları hazırladığını bildirdi. Sual yazacaq. Zehni inkişaf hansı? Müəllim, bu burada deməli konkret əməlidir də.
Niyə konkret B əməli? variantı. Niyə konkret əməli müəllimə? Burada keçif də bölməyə aid test tapşırıqlarını hazırlayıbdır. Bunu bilir. Ona görə də feilin şəkillərindən də sual yazacaq. Yerim yoxdur, ondan yazdım. Mən B variantı deyil, konkret əməl mərhələsini bilirəm. 31 cavab C variantı. Formal əməli mərhələ müəllimə. Bayaq ki sualda da verdi, mühakimə yürüdür. Müəllimələr baxın, burada nə deyir? Müəllim keçirilən bölmənin sonunda bölməyə aid test tapşırıqlarını hazırladığını bildirdi. Bu sual yazacaq bölməsində feilin şəkillərini də keçmişik. Deməli, müəllim feilin şəkillərindən də sual yazacaq. Burada artıq uşaq hansı mərhələdən başlayaraq mühakiməni yürüdə bilər? Atar məqam olaraq baxırıq ki, deyir ki, keçirilən bölmənin sonunda bölməyə aid test tapşırığı yazacağını bildirir. Bu sual yazacaq bölmədə feilin şəkillərini də keçmişik. Deməli, müəllim feilin şəkilləri artıq burada nə oldu? Ümumidən xüsusiyə şəkillərə doğru getdi. Başa düşdüm. Düzdür, C variantı. Sonra 32. 32-ni də açsın. Səsi bir dəqiqə dediyim müəllim açsın, zəhmət olmasa. Səsi açsın Aytən Məmmədova. Bəli, müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimə. Siz mənə 33-cü testi izah edin. Azərbaycan ədəbiyyatında ilk komediya Molla İbrahim Xəlil kimyagərdir. Bu əsəri Mirzə Fətəli Axundov yazıb. Deməli, ədəbiyyatımızda ilk komediya yazan Mirzə Fətəli Axundovdur. Piagetə görə şagird zehni inkişafın hansı mərhələsindən başlayaraq bu mühakiməni yürüdə bilər? Bu dəqiq müəllimə formal əməlidir. Nəyə görə? Artıq mühakimə etməyi, fikir yürütməyi, ümumiyyətlə nəticəyə gəlməyi uşaq deyim ki 11 yaşından sonra artıq formal əməldə düşünməyə başlayır. Ona görə də formal əməldir. 33 nə oldu? B variantı yoxsa? C. Aha. 33 C götürürsünüz elə. Yaxşı. Baxaq müəllimə, nə deyir burada? Azərbaycan ədəbiyyatında ilk komediya Molla İbrahim Xəlili kimyagərdir. Bu əsəri Mirzə Fətəli Axundov yazıb. Deməli, ədəbiyyatımızda ilk komediya yazan Mirzə Fətəli Axundovdur. Birinci olaraq nədir? Nəyi dedi birinci olaraq? Molla İbrahim Xəlili kimyagərdir. İlk komediyadan söhbət getdi. Sonra nə deyir? Demək ki, ilk komediyanı yazan Mirzə Fətəli Axundovdur. Nə olur burada? Əminsinizmi dəqiq? Dəqiq 33-ü C-mi götürürsünüz? Müəllimə, burada xüsusidən ümumiyə deyir. Baxın, ilk komediya yazan deyir İbrahim Xəlili kimyagərdir. Yəni ilk deyir komediya Molla İbrahim Xəlili kimyagərdir. Elə deyir xüsusidir də bu birinci bir addır. Bu əsəri deyir Mirzə Fətəli Axundov yazıb. Burada qarşılaşma kimi getmir. Yox, baxın müəllimə. Bircə dəqiqə deyim. Baxın, nə deyir burada? İlk komediya deyir Molla İbrahim Xəlili kimyagərdir. Elə deyil. Bu bir dənə xüsusi bir addır, xüsusi bir komediya, əsərin adıdır da, belə deyim, adıdır. Sonra nə deyir? Deyir, bu əsəri Mirzə Fətəli Axundov yazıb. Deməli, ədəbiyyatımızda ilk komediya yazan Mirzə Fətəli Axundovdur. Birinci əsərdən söhbət gedir, sonra onu yazandan. Əsər böyükdür, yoxsa onu yazan böyükdür? Əlbəttə ki, onu yazan daha böyükdür. Xüsusidən, əsərdən başladı, onu yazana. Xüsusidən ümumiyə. O da aid olur nəyə? Konkret əməli mərhələyə, induksiyadır. Aydın oldu? Oldu, əla, təşəkkürlər. Sonra səsi açsın Flora Əhmədova. Müəllimə 32 demədi müəllimə. Bəli, müəllimə. Narahat olun. Axşamınız. Flora müəllimə işləyər. Salam Flora müəllimə. Bəli, işləyirəm. Buyurun müəllimə 32. Müəllimə 33 dedi deyin, ona görə demədim. Müəllimələr dedi 33 oxuyun, ona görə 33 oxuyun. Narahat olmayın, problem yoxdur. Buyurun. Şagird heyvanlar haqqında video çarxa baxır və onların dünyaya necə faydalı olduğunu görür. Düşünür ki, insanlar bütün heyvanlara qarşı qayğıkeş və mərhəmətli olmalıdır. Piagetə görə şagird zehni inkişafın hansı mərhələsindən başlayaraq bu mühakiməni yürüdə bilər? Məncə burada formal əməlidir. Niyə formal əməli? Onu da izah edin. Ümumiyyətlə heyvanların ümumi heyvanlardan söhbət gedir, amma onların insanlara ümumi faydasından söhbət gedir. Sonra insanların ora xüsusi qayğıkeş və mərhəmətli olmasından. Yəni burada həm orada hisslərin açıqlamasını bilirsə, yəni hisslər haqqında mühakimə yürüdə bilirsə, artıq formal əməlidir.
Şagird deyir, heyvanlar haqqında video çarxa baxır və onların dünyaya necə faydalı olduğunu görür. Burada artıq düşünür ki, insanlar bütün heyvanlara qarşı qayğıkeş və mərhəmətli olmalıdırlar. Burada müəllimə cavab konkret əməli mərhələdir. Niyə? Çünki Nəyə görə müəllim? birinci müəllimə heyvanlardan başladı. Heyvanlar haqqında video çarxa baxdı. Birinci heyvanlara baxdı, elə deyil. Sonra nə deyir? Bütün heyvanlara qarşı insanların mərhəmətli olduğunu bildirir, mühakimə yürüdür. Yəni birinci heyvanlardan başlayır xüsusidən, sonra ümumiləşdirir. Cavab, yəni B variantı çıxıb. Konkret əməli mərhələ. Burada da bu belə deyim, cavab ortaya çıxır ki, yəni uşaq birinci heyvana oturur, baxır, sonra ümumi bir nəticəyə gəlir sondakı. Deməli, heyvanların bizim üçün faydası çoxdur. İnsanlar da heyvanlara qarşı mərhəmətli olmalıdır. Yəni nə ilə başladı? Xüsusidən heyvanlardan başladı, sonra isə mərhəmət, sevgi anlayışı yarandı bütün heyvanlara qarşı. Aydın oldu? Müəllimə, o anlayışlar bəyən formal əməldə deyil. Yox müəllimə, induksiya aid olur konkret əməli mərhələyə. Burada induksiya aid mühakimə yürüdür. Heyvanlar müəllimə həm də hə, konkret əməl deyil. bəli, Keçən bəli, dəfə də konkret. açarsınız kimi dediniz ki, heyvanları tanıyır. Heyvanlardan heyvanlar əlavə yox, sırf heyvanları tanıyır yox. Burada artıq sonda mərhəmətli olmaqlarına dair bir nəticəyə gəlir. Müəllimlər səsləri bağlayaq, bu səs nədir belə sevindim müəllimə. Aha. Gözləyin. Yəni burada ümumi olaraq bəli, yəni sonlandırdı artıq deyir ki, heyvanlara qarşı artıq sevgi hissində olmalıdır, qayğı olmalıdır. Yəni birinci heyvanlara baxdı, sonra isə nəticəyə gəldi. Xüsusi heyvanlardan başladı, ümumi nəticəyə gəldi ki, hamı heyvanlara qarşı mərhəmətli olmalıdır. Ona görə də konkret əməli mərhələ induksiya. B variantı. Müəllim, bir də burada adamı bir sözlə çaşdırdı. Çaşdırır. Heyvanlar cəm halından olduğundan bəlkə də adam fikirləşir ki, formaldadır. Necə? Elə bil konkretdə axı xüsusidən Ümumiyyədir. ümumidən keçirik də. Ümumidən keçirik xüsusi. Yo. Xüsusidən ümumiyyədir, induksiyadır konkretdə. Formalda isə ümumidən xüsusiyyədir. Konkretdə xüsusidən burada heyvanlar sözü adamı çaşdırdı. Heyvanlar ümumi ki gedir. Mən belə bildim ki, keçən dəfə mən qeyd eləmişdim heyvanları ki, konkretdə gedir. Ona görə mən heyvanlar konkret kimi götürdüm. Ancaq Flora müəlliməni də başa düşdüm ki, burada cəm halından getdi. Ona görə Cəm biraz çaşdıra bilər, amma çaşdırdı. bütün heyvanlar sonda baxın, sonda bütün sözü var. Bütün heyvanlar sözü var. Elə açar söz orada da bildirilir. Bütün heyvanlar. Deməli, cəm. Hə, mən başa düşdüm. Mən burada qeyd elədiyimə görə konkret götürdüm. O müdaxilə niyə elədim? Heyvanlar sözündə cəm halında olduğuna görə. Olar. Edirəm Sevinç müəllimə. Buyurun, sağ ol. Təşəkkürlər. Sonra səsi açsın. Aysel Qarayeva. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Baxın bu seçmə testlərdir. Yəni buradan seçirsiniz. 34. Aha. İlkin əməli mərhələdə uşaqların inkişafı üçün nələri etmək məsləhətdir? 1. Uşaqları bir araya gəlib kublarla və ya musiqi alətləri ilə oynadıkları sosial fəaliyyətlərə həvəsləndirmək. 2. Rollu oyunlara cəlb etmək. 3. Müsbət və mənfi obrazların müzakirəsi. 4. Üzünüzü əl ilə örtərək gizlənmə. Burada 4 deyil müəllimə. İlkin əməli mərhələdə, məsələn, aid olmayan nə ola bilər? Gəlin test işləmə taktikasından istifadə edək. Üzünüzü əl ilə örtərək gizlənməni dəqiq bilirəm ki, o olmaz. Çünki o hissi hərəki mərhələdə düşünürəm ki, oradadır. Aha, yaxşı, lap elə götürürsünüz onu. Məsəl üçün, və yaxud da başqalarını da oxuyun yenə də başqalarını da oxuyun. Səsləri bağlayaq müəllimələr. Müəllimə işləsin o testi. Aha. Müsbət və mənfi obrazların müzakirəsi. Müəllimə, məsələn, açar test işləmə texnikalarına gedək. Belə deyim də, yəni cavabı axtarmaqdansa gəlin biraz rahat yola gedək, belə deyim. Məsələn, burada C variantı ilə D variantı düşünürəm ki, deyil. Çünki bilmirəm, 4-cü səsdirsə, neynirəm düşüb aşağı? D-ni atıram qırağa, C-ni də atıram ki, orada 4 var. Neynədim? C ilə D-ni attım, getdi qırağa. Ya A olacaq, ya B olacaq, ya da Y olacaq. Ya B, ya da Y olacaq. Məsələn, nə deyir burada? Özünüzü əl ilə örtməyi dedik. Artıq bu getdi bir qırağa. 3 dənə variantın içərisində gəzirəm. Rollu oyunlar hardaydı? Rollu oyunlar.
1-3 yaşlılardadır müəllimə, yoxsa Rollu süjetli oyunlar Piaget'e göre. Biz öz metodikamıza göre demirik ki, Aha, Piaget'in ilkin mərhələsinə əmək. göre. Aha, ilkin A əməli bəndidir. mərhələdir. Rollu oyunlar. Dəqiqdirmi cavabınız? Müəllimə dəqiq bilmirəm onu. Mən demişəm axı orada oyunları vurğulamışam ki, simvolik, rollu, bir neçə oyun adı çəkmişdim ki, bunlar ilkin əməli mərhələyə İlkin aiddir. əməl. Ay sağ olun. Demək ki, cavab 200% 2 olacaq. A 2. bəndidir. Ya A olacaq, ya da B. Neynirəm mən B. artıq? Bayaq nəyi çıxmışdım mən cavab olaraq? 4'ləri çıxmışdım. Yəni ya A olacaq, ya da B. Sonra düşünürəm ki, müsbət və mənfi obrazların müzakirəsi. Müəllimə demişdi axı ki, məhdud təcrübə olur ilkin əməli mərhələdə. Uşaq məhdud Aha, təcrübədə müzakirə edə bilməz. Uşaq hələ özü öyrənir. Öyrənirsə demək ki, müsbətlə mənfi obrazları müzakirə edə bilməz. Cavab 1-2. 1 niyə? Çünki 1-də nədir? Yəni ilkin əməli mərhələyə 1 ilə 2 aiddir. 3 mənfi və müsbət Bəli. obrazların müzakirəsi ilkin əməliyə aid deyil. 4-ün üzünüzü əl ilə örtmək, gizlənmə. Bu adətən körpə uşaqlara edirik ki, biz Aha, ciddi hissi hərəki edirik. mərhələyə Artıq aiddir. güldürmək üçün. Ona görə də ola Çox bilməz. sağ Cavab olun 1-2. müəllimə. Sağ olun. Və burada Sağ nə deyir? olasın müəllimə. A var 1-də. Uşaqları bir araya gəlib kublarla və ya musiqi alətləri ilə oynadıkları sosial fəaliyyətlərə həvəsləndirmək. Bəli, yəni biz artıq bundan istifadə etməklə uşağı sosiallaşdıra bilərik. Adətən 2-3 yaşından sonra uşaqlar mütləq sosiallaşmalıdırlar. Bu bizim 4-cü inkişaf sahəmizdə də 4-cü inkişaf sahəmizin də tələbidir. Təşəkkür edirəm. Bəli müəllimə. Sağ olun müəllimə, siz sağ olun. Mənim Sağ olun. təcrübəm o qədər də deyil, məhduddur. Ancaq sizin YouTube üzərindən, yəni videolarınızdan bildiyim qədərdir. Sağ olasınız. Sağ olun, sağ olun. Dinləyin, çoxdur orada dərs, sağ olun. Səsi açsın, Aha. xəyalə müəllimə, xəyalə yazılıb. Bəli, müəllimə eşidirəm. Aha, müəllimə, siz mənə deyin, bircə dəqiqə bu ekranı yazan müəllimləri silim. Siz Ah. biraz qaldırardınız müəllimi, oxumaq olmur. Müəllimə, o ekrana elə cızıqlar tez-tez niyə gəlir ki, ana? Müəllimə, Mən də elə bilirəm. orada bilə əllərimizdəyir dərsi pozmaq müəllimələr. istəyənlər var, dərsi pozmaq istəyənlər var, onlar edirlər. Narahat olmayın, problem yoxdur. O silməyə nə var? Müəllimə, biraz da qaldırardınız, dəftər oxunmur. Aha. Buyurun. 35-ci sual. 35 ilə 35-i gözləyin. Hə, oxuyun indi. Mən oxuyaram istəsəz siz tapın cavabı. Çünki görünməyəcək. Verilənlərdən biri Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsinin tələbinə aid deyil. Uşaqlar öyrənərkən ətraf mühitlə qarşılıqlı əlaqədə olmaları vacibdir. Bu aiddir. Ətraf mühitlə öyrənir Piaget nəzəriyyəsinə görə. Uşaq kitabda əldə edə bilmədiyi məlumatı yoldaşları ilə ünsiyyətdə. Bunu Vygotsky demişdi. Ünsiyyətdə Vygotsky'nin nəzəriyyəsinə aiddir. O biri bətləri görmürəm. Yəqin ki, B bəndidir. Bu ünsiyyət Vygotsky'dədir. Baxın. Aid deyil. C-yə də baxın, C-sinə də. Şagirdlərin öyrənməsi üçün onlarda bu prosesə maraq oyatmaq əsas şərtdir. Bütün uşaqlar zehni inkişaf mərhələləri, bu da Piaget'ə aiddir. Zehni inkişaf öyrənmədən əvvəl gəlir. Bu da Piaget'ə aiddir. Məncə B bəndidir düzdür. O aid olmayan. Aid olmayan dəqiq B götürürsünüz elə. Aha. Ünsiyyətdir də deyil. Ay sağ olun. Yoldaşları ilə ünsiyyətdən qazanırsa, ünsiyyət varsa, yoldaş anlayışı varsa, bu Vygotsky'yə aiddir. Piaget'ə aid deyil. Bəli. Əla. Təşəkkürlər müəllimə. Sonra səs açsın görüm. Sağ olun. Səs açsın. Afiqə İsmailova. 36. Baxın, indi doğru yanlış testlərə ən çətinlik çəkdiyiniz. Bunu izah edəcəm. Yoxdur deyəsən Afiqə müəllimə. Səsi açsın Fatimə Ədilli. Fatimə Ədilli. Yoxdur o da deyəsən. Sadəcə Fərqanə açsın. Aha, buyurun. İşləyin. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Buyurun. 36. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
Uyğunluq deyəndə müəllimə doğrunu doğru tapırıq, yanlışı Bəs yanlış uyğunsuzluq tapırıq. nə idi? Uyğunsuzluq deyəndə nə edəcəkdik? Uyğunsuzluqda doğruda yanlış olur, yanlışda doğru Ay olur. sağ olun. Uyğunluq deyəndə doğru deyir ki, mənə uyğun olan doğrumu tap, altda olanlardan. Müəllimə. Yanlış da deyir ki, mənim altımda olanlardan yanlış olanı mənə uyğun olanı. Mən yanlışam, yanlışı istəyirəm. Özümə uyğun olanı. Bəli. Doğruyam, doğrunu istəyirəm. Uyğunsuzluq deyəndə tərsinəsi doğru deyir ki, mənə tərsinə yanlışı gətir. Yanlış da deyir ki, aşağıdan tap mənə doğrunu gətir. Yəni belə də yadda saxlamaq olar. Buyurun, analiz edin. Bəli. Piagetə görə doğruda. Piagetə görə deduktiv məntiq formal əməli mərhələdə formalaşır. İkinci, deduktiv məntiq xüsusi nəticəyə gəlmək üçün ümumi prinsiplərdən istifadə bacarığı tələb edir. Bu doğrudadır. Yanlışda isə induktiv məntiqi ümumi nəticəyə gəlmək üçün xüsusi prinsiplərdən istifadə bacarığı tələb edir. Dördüncü, Piaget'in zehni inkişaf nəzəriyyəsinə əsasən mən biraz uzaqlaşdı gözüm. Əməli və formal əməli mərhələlər məktəb yaşlı uşaqlara və yeniyetmələrə aiddir. İndi burada müəllimə doğrudan doğru seçəcəyik. Piagetə görə deduktiv məntiq formal əməl mərhələdə formal, ümumi formal. Mən bu düzdür. Birinci doğrudur. Sonra yaxşı özünüz düşünün. Açar məqamları tapın, test işləmə texnikalarından istifadə edin. Birinci doğrudursa mənim onda bir A variantı, C variantı, bir də Y variantını seçirik. B ilə D-ni ixtisar eləyirik. Deduktiv məntiq xüsusi nəticəyə gəlmək üçün ümumi prinsiplərdən istifadə bacarığı tələb edir. Mən bu yanlış olmalıdır mən bilən. Baxın, yenə də düşünün yekun olaraq. İnduktiv məntiq deyir, ümumi nəticəyə gəlmək üçün xüsusi prinsiplərdən istifadə bacarığı tələb edir. Düzdür. İnduktiv məntiq nəticəyə gəlmək üçün xüsusi prinsiplərdən istifadə edilir birinci. Məncə müəllimə burada Y variantı olmalıdır. 104. Səhvdir müəllimə. İndi izah edəcəm, diqqətli şəkildə məni dinləyin. Baxın, bayaq nə dedik? Doğrunun altından doğru, yanlışın altından yanlış tapmalıyıq. Uyğunluqdursa, uyğunsuzluqdursa, doğrunun altından yanlış, yanlışın altından isə doğru tapılmalıdır. Burada da uyğunluğu istəyir. Yəni doğrunun altından doğrunu tap deyir, yanlışın altından da yanlış. Baxıram birinci doğruların altına. Piagetə görə deduktiv məntiq formal əməli mərhələdə formalaşır. Düzdür də? Deduktiv məntiq, induktiv konkret əməli, deduktiv formal əməli. Demək ki, A düzdür. Yəni birincisi düzdür. 100% əminəm imtahanda ki, mən yaxşı, biri bilmədim. Belə deyim də, laf götürək, biri bilmədisə elə. Keçirsiniz 2-yə. Deduktiv məntiq xüsusi nəticəyə gəlmək üçün ümumi prinsiplərdən istifadə bacarığı tələb edir. Deduktiv nə idi? Deduktiv, elə bil ki, birinci ümumi ad gəlir, sonra xüsusi gedir də. Burada nə deyir? Deduktiv məntiqdir, xüsusi nəticəyə gəlmək üçün ümumi prinsiplərdən istifadə edilir. Məsələn, həndəsi fiqurlar maraqlıdır, amma üçbucaq bir başqa maraqlıdır. Neynədim? Həndəsi fiqurları ümumini birinci dedim, xüsusi nəticəyə gəldim. Sonraki üçbucaq bir maraqlıdır. Ümumi həndəsi fiqurlar dedim, sonda isə təkcə üçbucağı dedim. Neynədim? Ümumidən xüsusiyə gəldim. 2 düzdür də deduktiv məntiq xüsusi nəticəyə, yəni məsələn həndəsi fiqura gəlməyim üçün həndəsi fiqurlar sözündən istifadə etməyə bacarığım idi də. Birinci həndəsi fiqurlar dedim, sonra üçbucağa gəldim. Düzdür, 200% düzdürsə, neynirəm? İmtahandasınız, bilmədiniz, biri bilmədiniz, tapa bilmədiniz, 3-ü də tapa bilmədiniz. Amma 100% əminsiniz ki, 2 düzdür də, yəni 2 düzdürsə heç nə eləmirsiniz. Düşürsünüz aşağı variant çıxırsınız. A variantını saxlayırsınız, B variantını saxlayırsınız. C-ni atdınız, getdi, D-ni atdınız, D-ni yox, Y-ni atdınız, getdi. Yerdə qaldı A, B, D variantı. C ilə Y-yə baxmırsınız, özünüzü yormursunuz. Çünki əminsiniz ki, ola bilməz. Sonra gəlirəm 3-ə. İnduktiv məntiq ümumi nəticəyə gəlmək üçün xüsusi prinsiplərdən istifadə bacarığıdır. İnduktiv məntiq. İnduktiv nə idi? İnduktiv birinci xüsusidən başlayıram, ümumiyə gedirəm. Burada nə deyir? Ümumi deyir nəticəyə gəlmək üçün xüsusi prinsiplərdən istifadə bacarığıdır. Bəli, məsələn, qızılgül gözəl güldür. Ümumiyyətlə, Azərbaycanın bütün çiçəkləri gözəldir və ya Qarabağın bütün çiçəkləri gözəldir. Neynədim? Birinci qızılgülü dedim, sonra bütün çiçəkləri dedim. Xüsusi ümumiyə gəlmək üçün xüsusidən istifadə elədim də, düzdür də? İnduktiv deyir, məntiq ümumi deyir nəticəyə gəlmək üçün hamısını. Neynədim sonda dedim? Bütün çiçəklər. Bütün çiçəklərə
mənə gəlmək üçün birinci mən ad çəkdim də, Qızılgülün adını çəkdim. Sonra ümumiləşdirdim ki, hamısı gözəldir. Düzdür də, induktiv məntiq düzdür. Sonra 5-ə 4-ə baxıram. Piagetin zehni inkişaf nəzəriyyəsində konkret əməli və formal əməli mərhələlər məktəb yaşlı uşaqlara və yeniyetmələrə aiddir. Düzdür də, konkret əməli mərhələ 7 yaşdan yuxarıda, formal əməli də 11 yaşdan yuxarıda. Bu da məktəb dövrünə aiddir, bizim indiki dövrümüzdə. Düzdür. Demək ki, hamısı düzdür burada. 1 də düzdür, 2 də düzdür, 3 də düzdür, 4 də düzdür. Ola bilər bunların hamısı düz ola bilər. Amma məndən nə istədi bayaq? Mənə də ki, doğrunun altından doğrunu tap, yanlışın altından yanlış tap. Yanlışın altından yanlış yox da, hamısı doğrudur. Ona görə götürmürəm yanlışın altındakı mən doğruları. Çünki yanlış məndən yanlışı istədi, doğrunu istəmədi. Nə olsun ki, onlar doğrudur? Nə olsun ki, hamısı doğrudur? Mənə doğrunun altından doğrular lazımdır. 1, 2, 3, 4 doğru olsa da məndən yanlış istəyirdi. Testin şərti məndən yanlış istəyirdi. 1, 2, cavab A variantı. Başa düşdüm. Əla. Başa düşdüm müəllimə. Çox sağ olun. Sonra səsi açsın, səsi açsın. Səsi açsın. Şükufə müəllimə. Şükufə müəllimə yazılıb əl qaldıranlardan. Müəllimə, salam, axşamınız xeyir. Axşamınız xeyir. Buyurun müəllim, 37. 37. Uyğunluğu müəyyənləşdirin. Bu da uyğunluqdur. Elə bil ki, konkretə aid olanları tapacaqsınız, formala aid olanları tapıb yığacaqsınız. Konkret deyir, konkreti tap mənə, formal da deyir ki, formal tap. Buyurun. Bu mərhələdə uşaqlarda abstrakt düşüncənin əsası qoyulur. Bu mərhələdə deduksiya daha çox inkişaf edir. Bu mərhələdə ümumiləşdirməni yaxşı aparırlar. Bu mərhələdə debatların keçirilməsi daha səmərəlidir. Müəllimə, debat formal əmələ aiddir. Müəllimə, 100% əminsinizsə nə edirdiniz? Mən sizə demişdim, öyrətmişdim. Əminsiniz ki, 100% debat formala aiddir. Aşağı düşüb nə ayırırıq? 2D götürürük. Baxırıq görüm 2D hansılardadır? 2D. Bir də var, müəllimə, bir də B bəndində. A bəndində, bir də B bəndində. Ay, sağ olun. A-da D var, 2-də. Bir də B-də D var. Amma məsələn C-də 2-də D yoxdur, Y-də yoxdur, D-də yoxdur. Göz bir dənə cavabla mən o deyiləli bir taşla 3 dənə quşu atdım qırağa. C-ni atdım qırağa, Y-ni atdım, D-ni atdım. 2 dənə otağın içərisində gəzirəm. A ilə B variantının içərisində özümü yorumuram. Gördünüz, variant çıxdım o dəqiqə. Əla, ya A olacaq cavab, ya B. İndi analiz edin, tapın cavabı. Deduksiyada formal əməliyə aiddir. Deduksiyada formal əməliyə aiddirsə nə edirəm? B bəndini seçirik. 2B. Nə olur onda? 2B-dirsə? 2BD, bir də AD. Əla. Gördünüz cavabı nə tez tapdınız? Siz hamısını oxumamısınız. Gördünüzmü? Test işləmə taktikasını o dəqiqə tapdınız. Çox rahat tapıldı. Gördünüz, heç vaxtınız da getmədi. Heç B ilə C, D variantını heç siz oxumadınız. 2 dənə cavabla cavabı avtomatik tapdınız. Axtarmadan. Əla. Təşəkkürlər. Sonra 38. Qaydanı öyrənsəniz test işləmə taktikası sizə çox kömək edəcək. Amma ki, səsi açılmadı deyə oxumadım. Hansı müəllimə? Şükufə müəllimə. Hə, Şükufə müəllimə. Buyurun, buyurun, bəli. Baxın 38. Sual işarəsinin yerinə nə yazılmalıdır? Yalnız gördükləri əsasında ümumiləşmə aparır. Hər hadisəni öz təcrübələri ilə bağlayırlar. Özləri ilə bağlayanda ilkin əməldir də müəllimə. Özləri ilə bağlayırlarsa, məsələn, öz varsa, mərkəzçiliyi varsa, bəli, düz deyirsiniz. İlkin əməli mərhələdir. A variantı. 38 A variantı. Əla, çox gözəl. Təşəkkürlər müəllimə. 39. 39-cu testi də işləsin. Sahibə Ələkbərova. Bəli, müəllimə, bir daha axşamınız xeyir olsun. Axşamınız xeyir, buyurun. Jean Piagetə görə hansı fikir doğrudur? A variantı, müəllim şagirdlərə informasiyanı hazır şəkildə verməlidir. Xeyr, B bəndi, zehni inkişaf zamanı uşaqlar arasında ünsiyyət önəmlidir. Xeyr, bu da səhvdir. Bu da deyil, C bəndi. Zehni inkişaf uşaqlarda düşünmə və problem həll etmə bacarıqlarında müşahidə olunur. Uşaqlar necə bileyim mən? Bir dəqiqə müəllimə, bu əl işarəsini götürə bilsin. Deməli, uşaqlar suallara səhv cavab verməsi onların zehni inkişafının yetərli olmadığını göstərir. Bəndi öyrənmə prosesi zehni inkişafdan əvvəl gəlir.
Müəllimə, E bəndidir burada. Öyrənmə prosesi zehni inkişafdan əvvəl gəlir. Yox. Zehni inkişaf uşaqlarda düşünmə. C bəndidir müəllimə. Zehni inkişaf uşaqlarda düşünmə və problem həll etmə bacarığında müşahidə olunur. Əla, düzdür müəllimə. Əla, 39 düz tapdınız. Təşəkkürlər. Sonra Salam, axşamınız xeyir olsun müəllimə. axşamınız xeyir, hansı müəllimə? Müəllimə, sizin nömrənin axırı 28-dir, üzr istəyirəm. Bəli, 070 293 39 28. Yazarsınız, baxacaq. Narahat olmayın. Yaxşı oldu müəllimə, çox sağ Sağ olun. olun. Yenə də deyirəm, gec geri dönüş etsəm, üzürlü sayın. Yəni siz yazın, mən axır əvvəl baxacağam. Çox mesaj olduğundan vaxtım olmur baxmağa, işlə əlaqəli, iş eyni zamanda təlim alınmır. Aha, amma baxacağam, narahat olmayın. 40-a baxam. 40-cı testi də bax hökmdür. Görürsüz, bu biraz çətindir. İndi gəlirik, bunu açsın, işləsin. Əl qaldıran müəllimlərdən vəzifə müəllimi işləsin. 40-a. Görürsüz, 40 dənə artıq test işləmişik biz Piaget'ə aid. Az test deyil ki, bu time testlərdir. Buyurun. Axşamınız xeyir müəllimə, necəsiniz? Yaxşı olasınız vəzifə müəllimə, siz yaxşı olun. Diqqətli sualı deməli, birinci hökmdə deyir ki, ədəbi dilin qrammatik normasına görə müəyyən miqdar sayılarından sonra gələn isimlər təkdə işlənməlidir. İkinci hökmdə də deyir ki, 5 kitablar birləşməsində saydan sonra gələn isim cəmdə işlənmişdir. Nəticə, deməli, bu cümlədə ədəbi dilin qrammatik norması pozulur. Piaget'ə görə şagird zehni inkişafın hansı mərhələlərindən başlayaraq bu mühakiməni yürüdə bilər? Deməli, burada induksiyadır, konkret əməldir. Deməli, Əminsiz? Yaxşı düşünün, yenə də. Birinci açıqlamasını verir də müəllimə. Deyir ki, ədəbi dilin qrammatik normasına görə müəyyən miqdar sayılarından sonra gələn isimlər təkdə işlənmişdir. Sonra 5 kitablar birləşməsində saydan sonra gələn isim cəmdə işlənmişdir. Deməli, bu cümlədə ədəbi dilin qrammatik norması pozulub. Birinci, əgər ədəbi dilin qrammatik mənası pozulub deyib, onları açıqlasaydı, bu deduksiya olardı, formal əməl olardı. Amma tək-təkdən ümumiləşdiribsə, deməli, bu induksiyadır, konkret əməl. Müəllimə, belə Cəmdən getdi. Müəllimə, baxın, səsləri bağlayaq müəllimələr. Evdə olan səslər burada exo verir. Bir dənə xahiş edirəm, hamı səsini bağlasın. Mənə xahiş edirəm, indi heç kim zəng eləməsin, zəngdə gəlir. Ona görə donma olur. Baxın müəllimə, nə deyir burada? Deyir, ədəbi dilin qrammatik normasına görə müəyyən miqdar sayılarından sonra gələn isimlər cəmdə işlənmişdir. Yox, təkdə işləmişdir. İndi bir dənə mənə baxın müəllim. Orada nə deyir? Ədəbi dilin qrammatik normalarına müəyyən miqdar sayılarından sonra gələn isimlər təkdə işlənmişdir. 5 kitablar birləşməsində saydan sonra gələn isim cəmdə işlənmişdir. Deməli, bütün cümlədə ədəbi dilin qrammatik norması pozulub. Yəni bu cümlədə daha doğrusu ədəbi dilin qrammatik norması pozulub. Sırf bu cümlədən söhbət gedir. Ümumi dilin qrammatik normasından söhbət gedir. Birinci olaraq ədəbi dilin qrammatik normasına görə müəyyən miqdar sayılarından sonra, müəyyən miqdar sayılarıdır, ümumidir bu. Gələn deyir isimlər təkdə işlənir. Amma nəticəyə baxın nə deyir? Deməli, bu cümlədə ədəbi dilin qrammatik norması pozulub. Birinci ədəbi dildən danışılır, sonra situasiyaya gətirilir, sonra situasiyada da nədən istifadə olunub o deyilir. Sonunda təkcə situasiyadan söhbət gedir, situasiyanın nəticəsindən söhbət gedir. Amma birinci ədəbi dil ümumi danışılır. Ümumidən xüsusiyyət. Oldu müəllim, anladım. Əla. Biraz ona çətindir. Biraz diqqət yetirin, biləcək hissəsində. Açar məqam var da, ümumi birinci gəlir, ümumi danışılır. Sonra xüsusiyə doğru gəlir. Belə. Sonra səsi açsın 41. 41-i də bir dəqiqə 50-yə qədər test var, test bitir əslində. Vaxtımız da yox deyə müəllimlər. Qalsın 41 inşallah. Ya gələn dəfə işləyərik, ya da ki qalanlarını mən sizə bir təhər işlədəcəm. Müəllimə, burada hansı bənd oldu indi? Formal. Burada müəllimə deduksiya formal əməli. Bəli. Belə müəllimlər, bu gün bu qədər test işlədik, kifayət edir deyə düşünürəm. Mövzunu da tam başa düşmüsünüz. Yenə də göndərəcəm. Telegram üzərindən bazar günü axşam Telegramda olarsınız. Yarış testləri olacaq. Mütləq yəni qoşularsınız. Belə. İndi isə səsi açsın, hərəyə 1-2 sual verəcəm keçdiyimiz mövzulardan. Keçən dəfə demişdim də sizə, vermişdim mən mövzu olaraq məktəbə qədər təhsilin məqsədi, məzmunu, vəzifəsi, didaktik prinsiplərimiz. Onlara aid həm situasiya verəcəm, həm də əsas məqamlarını vurğulayacağam. Səsi açsın görüm, didaktik prinsip imtahanı əsas düşür. Aytəkin Əliyeva.
Aytəkin Əliyev açsın. Bəli, müəllimə, buyurun. Aha. Aytəkin müəllimə, siz mənə deyin görüm. Uşaq bilir. Biliyi bacarığa, bacarığı da sonra vərdişə çevrilir. Uşaqda hansı didaktik prinsip formalaşmış olur? Məsələn, mən uşaq bildi, öyrəndi, elə deyil. Öyrədirəm dərsi. Sonra öyrəndiyini tətbiq etmədə möhkəmləndirirəm. Sonra isə artıq o bildiyi də bacarığa çevrilir. Artıq onu vərdiş edir. Nə edir burada? Müəllimə, inkişaf yönümlülük. Ay, sağ olun. İnkişaf yönümlülüydü müəllimlər. Unutmayın, şəxsiyyət yönümlülüyü deyil. Niyə bilirsiniz? Bacarıq varsa, burada inkişaf Ay, sağ olun. yönümlülükdür. O dəfə belə bir nümunə gətirmişdim. Məsələn, evdə bir yemək resepti öyrənirsiniz. Qonşuda gördünüz, bəyəndiniz, resepti istəyirsiniz. Evdə başlayırsınız, siz onu belə deyim, bişirmək istəyirsiniz. Görürsünüz ki, nədir? Yəni bilmirsiniz bunu. Birinci görürsünüz, baxırsınız necə bişirilir reseptinə. Sonra özünüz bişirirsiniz. Bişirdikcə də davamlı təkrarlayanda o bacarığa çevrilir və siz inkişaf edirsiniz. Hər dəfə nəsə yeni nəsə öyrənirsiniz. Unutmayın, bilik, vərdiş, bacarıq. Daha doğrusu bilik, bacarıq, vərdiş aiddir inkişaf yönümlülük prinsipinə. Səslər, müəllimələr, səslər. Özgün, aha. Bilik bacarığa, bacarıq da vərdiş çevrilirsə, cavab inkişaf yönümlülüydür. Demək ki, uşaq inkişaf edir. Sonra bir də müəllimə, mənə məlumat verin görüm. Məktəbə qədər təhsildə dövlət siyasətinin əsas prinsipləri var idi. Mən onları izah etmişdim. Hansılar idi onlar? Məktəbə qədər təhsildə dövlət siyasətinin əsas prinsipləri. Yönümlülük, şəxsiyyət yönümlülük, dünyavilik, varislik, integrativlik, Azərbaycançılıq, dünyavilik. Tələb yönümlülük. Səsləri bağlayaq. Təşkili. Bərabər imkanların yaradılmasıdır. Sonra varislik və fasiləsizliyin təmin olunmasıdır. Təhsil arasında varislik və fasiləsizliyin təmin olunmasıdır. Qanuna uyğunluq, könüllülük, elə bu. Düzdür. Təşəkkür edirəm Aytəkin müəllimə. Sonra səs açsın Xəyalə müəllimə. Xəyalə müəllimə də açsın səsi. Bəli, müəllimə, eşidirəm. Xəyalə müəllimə, siz deyin mənə, məktəbə qədər təhsildə məqsəd nədir, vəzifə nədir, məzmun nədir? Bunun üçünü bir-birindən necə ayırırsınız? Gələn dəfə iş üsulları, iş formalarını vermişdim də sizə. Onu bu gün soruşa bilməyəcəm. İnşallah gələn dəfə soruşacağam. Buyurun. Mən də onları oxumuşam, müəllimə. Məktəbi məzmunu vəzifəni oxumamısınız, çox dərin izah eləmişəm. Müəllimə, mən olar bir söz deyim. Mən qaldıra bilmirəm. Mən sual verə bilərsiniz mənə də. Yaxşı, nəzərimdə saxlayaram. Görüm, hələ var müəllimlər. Hərəyə 1-2 sual versəm kifayət edir. Aha, dərsim var 11-ə işləmiş. Ona görə 11-15 dəqiqə işləmişə qədər yekunlaşmalıyıq. Belə müəllimə, məsələn, yaxşı, məqsədi, məzmunu, vəzifəni bilmədi. Sizə bir sual verəcəm. Məsələn, Aysel müəllimə, belə deyim, məşğələ keçir uşaqlara. Məşğələ zamanı, belə deyim, təbiətə düşür, belə deyim, məşğələnin tələbi uşaqları tutaq ki, həyətdə öyrətməkdir dərsi. Məsələn, düşüb həyətdə öyrətmək istəyir. Amma uşaqlar, belə deyim, oyunla öyrənmək istəyirlər. Müəllimə də uşağın fikrini nəzərə almır. Uşaq yönümlülük. Uşaq yönümlülük olur da burada müəllimə. Uşağın meyl və maraqlarını nəzərə almır da müəllimə. Burada artıq müəllimələr, xahiş edirəm. Bağlayaq səsləri Xəyalə müəlliməyə vermişəm sualı. Çox xahiş edirəm. Xəyalə müəllimə, niyə uşaq yönümlülük? Uşağın istəklərini nəzərə almır da. Müəllim ancaq bir dənə bu sualı da cavablandırın siz. Məsələn, uğur pedaqogikası keçmiş idi uşaq yönümlü təhsildə. Uğur pedaqogikası bizim hansı didaktik prinsipimizə aid idi? Uğur pedaqogikası. Uğur pedaqogikası. Müəllimə deyim. Yox. Uğur pedaqogikası inkişaf etdirici mühitin əsasında duran pedaqoji strategiya idi. Pedaqoji strategiyada nə idi? Uşağı inkişafa aparırdı, uşağı inkişaf etdirirdi. Bəli. Uşaq yönümlülük didaktik prinsipinə. Yox. Uğur pedaqogikası inkişaf yönümlülüyə aiddir. Uşaq yönümlü təhsil ayrıdır. Amma uğur pedaqogikası uşağı uğura doğru aparır. Yəni inkişaf etdirir. Dəyərləndirmə var burada. Bütün nailiyyətlərin qiymətləndirilməsi var. Unutmayın onu. Uşaq yönümlü təhsil ayrı məsələ. Amma sırf uğur pedaqogikası uşağı inkişaf etdirir. Uşağı kiçik bir, yaxşı bir, belə deyim, müsbət bir hərəkət eləyəndə, onu hərəkətinə görə də sən sözlə qiymətləndirəndə, o istəyir ki, gələn dəfə də onu eləsin. Yaxşı hərəkətini daha da artırsın. Ona görə də inkişaf yönümlülüyə aiddir. Sonra müəllimə, siz indi belə mən suallar məsələn testdə görsəm qəşəng işləyərəm. Amma belə şifahi sual verində tapıb deyə bilmirəm.
Amma müəllim amma şifahi də məcburdur da olmaq. Çünki müsahibəniz də var axı sizin. Çalışın ki, ikisini bir yerdə aparın. Bəli, ikisini bir tərəfli hazırlaşmayın imtahana. İkisi bir yerdə olsun. Narahat olmayın. Yəqin sual cavablarda az iştirak edin. Siz ona görədir. Belə danışmağı öyrənin. Mütləq. Özlərinizdə məşq eləyin. PDF-ləri ucadan oxuyun, səsli şəkildə. Yəni mən ona görə dərslərdə müəllimlərə həm sual cavab edirəm, həm də test işlədirəm. Getsin. Belə özümdən əminəm ki, məsələn bu sual siz verdiyiniz sualı mən testdə görsəm düz taparam, işləyərəm. Amma belə tez ağlıma gəlmir, fikirləşib deyə bilmirəm. Narahat olmayın. O zaman inşallah danışa bilmirəm. Narahat olmayın. Bu zaman inşallah qaydasına düşəcək. Əsas odur siz özlərinizdə işləyin. Səsi açsın vəzifə müəllimə. Vəzifə müəllimə sizə də bir sual verim. Sırayla. Sonra səsi açacaq Nurlana Mahmudova. Buyurun müəllimə. Vəzifə müəllimə siz mənə hərəyə bir sual verəcəm. Məsələn, qrupda eyni yaşlı uşaqlardır. Fiziki mədəniyyət məşğələsidir. Amma məsələn, Emil sürətli qaça bilmir. Yarış keçirdirəm mən uşaqlarla belə deyim də, özümüzə sərbəst bir oyun. Sürətli qaça bilmir, amma məsələn, Sevinç sürətli qaçır. Mən tərsinə eləyirəm. Məsələn, Sevincə daha çox oturaq bir oyun verirəm. Sevinç halbuki qaça bilir. Amma digər o qaça bilməyən uşağa qaçmanı verirəm. Sizcə mən burada hansı didaktik prinsipin tələbini pozuram? Şəxsiyyət yönümlülüyü müəllimə. Yaxşı xatırlayın müəllimə. Yaddan çıxıb. Yadımdan çıxır, inkişaf yönümlülüyü. Uşaq yönümlülüyü, müxtəlifliyi nəzərə almaq. Potensial. Varisi? Potensial vardı. Uşaq yönümlülük, müxtəlifliyi nəzərə almaq. Bağışlayın müəllimə, biraz yorğunam bugün. Deyirəm də, biraz yadırğamışsınız. Baxın, o uşaq yönümlülüydür, müxtəlifliyi nəzərə almaq. Çünki eyni yaş dövründə olsa da uşaqlar, mən bilməliyəm ki, bu uşaq nəyi bacarır, bu uşaq nəyi bacarır. Onun potensialına uyğun mən tapşırıq verməliyəm. Adi tədbirlərdə olsun. Məsələn, şeir deyə bilməyən uşağa mən məcbur şeir verməli deyirəm. Şeir deyə bilmir, amma qəşəng rəqs eləyə bilir. Məsələn, qəşəng rola girə bilir. Elə uşaq var ki, məsələn, rola girə bilmir, şeir deyə bilir. Yəni potensialına uyğun seçirsiniz də uşaqları siz adi bir tədbirdə, bir məşğələdə, bir rayon tədbirinə, şəhər tədbirinə aparanda bunları nəzərə alırsınız. Bir də mənə bunu deyin. Müəllimə, diaqnostik qiymətləndirmə hansı didaktik prinsipə aiddir və diaqnostik qiymətləndirməyə bir dənə situasiya gətirin mənə. Diaqnostik qiymətləndirmə uşaq yönümlülüyə aiddir müəllimə. Biz də orada uşağın potensialın, marağın öyrənirik də. Sual cavab verib görək uşaq necədir, nəyi bacarır, nəyi bacarmır. İlkin diaqnostik qiymətləndirmə veriyor, o da uşaq yönümlülükdədir müəllimə. Aha. Diaqnostik qiymətləndirmə uşaq bağçaya gəlir, diaqnoz qoyuram. Yəni görün bu uşaq nəyi bilir, nəyi bilmir. Amma uşaq bağçaya, məsələn, adi biz dərs təşkil edəndə görmüsünüz də, müəyyənləşdi dərslərdə birinci diaqnostik qiymətləndirmə aparım. Görürəm ki, müəllimlərin bazası necədir? Sıfırdırmı, ortadırmı, yüksəkdirmi? Təxmini özləri bilirlər. Bəli. Biz gələndə mən bilim də adi bağçaya uşaq alanda bir baxım görüm bu uşaq nəyi bilir. Bu 4-5 yaş qrupuna gəlib. Elə məsələn dekabr ayında 4-5 yaş qrupuna uşaq gəlib. Bu uşaq görüm 0 səviyyəsindədirmi, yoxsa bu uşaq 5-ə qədər saymanı bilirmi, toplamanı bilirmi, özünü təqdim edə bilirmi? Hamısını nə edirəm? Diaqnoz qoyuram. Diaqnostik qiymətləndirmədən keçirdi valideynə də deyirəm ki, sizin uşağınız proqrama görə məsələn bu səviyyədədir. Diaqnostik qiymətləndirmədə uşaq önümlülüyüdür. Sən diaqnostik qiymətləndirməni keçirtmirsənsə, demək ki, uşaq önümlülüyü prinsipində pozmuş olursan. Təşəkkür edirəm. Təsəssüf. Müəllimə, bağışlayın vaxtı. Mən də sual verərəm. Müəllimə, məktəbə qədər təhsildən gerilərdən. Narahat olun müəllimə. Sırayla. Buyurun vəzifə müəllimə. Ayda müəllimə, mən miqə vermişdim də, bilirdiniz, sizə yazmışdım. Birinci seçimdə seçim eləmədim. Çünki uzaqdaydı deyin kənd. Seçmədim də, öz iş yerim yaxşı idi. Mən istəyirəm ki, azad olunmuş yerdə iştirak edim, seçim eləyim. İndi növbət dəfə azad olunmuş yerdən vakansiya çıxsa, mən oranı seçə bilərəm, yoxsa müəllimə, onu mən dəqiq deyə bilmərəm sizə. Düz deyil, seçə bilərsiniz. Amma müsahibəyə getməmişdən qabaq siz işinizdən imtina verib ayrılmalısınız. O da var. Onu nəzərdə saxlayın da. Bəli, müsahibəyə getməmişdən qabaq işinizdən ərizə yazıb çıxmalısınız. Çünki müsahibədə uğurlu da ola bilərsiniz, uğurlu olmaya da bilərsiniz. Ona görə o nəzərdə saxlayın da, dəqiq əmin olun sonra. O var. Yaxşı müəllimə, çox sağ olun. Siz sağ olun. Nurlana Mahmudova açsın səsi. Bəli, müəllimə, buyurun. Aha. Müəllimə, siz mənə deyin, mənim qrupumda bir uşaq var, məsələn deyirəm. Uşaq fiziki mədəniyyət məşğələsində qaça bilmir, təngi nəfəs olur, ürəyi sıxılır, halsız olur, tər basır onu. Məsələn, burada hansı didaktik prinsipin əsas formalaşmayıb? Müəllimə, bu şəxsiyyət yönümlülükdür də. Burada uşaqda psixomotor bacarıqları formalaşmayıbdır. Əla.
Yaxşı müəllimə, mən uşaqlara gətirirəm oyuncaqlar tökürəm qarşılarına. Deyirəm uşaqlar sərbəst fəaliyyətdir, istədiyinizlə oynayın. Hansı didaktik prinsipin tələbidir? Hə, bu isə müəllimə Səslər. sərbəst oynayırlar uşaqlar Yəni deyirsiniz. istədiyi ilə də məsələn Ayşə istəyir özünə gəlinci ilə oynayır, Səbinə istəyir məsələn nəsə quraşdırır. İstədiyi yəni oyuncaq boldur, özləri də sərbəstdirlər. Mən qarışmıram. Yəni ona demirəm ki, ala sən bundan oyna, ala sən bundan oyna, demirəm ona. Burada müəllimə uşaq yəni əyan vasitələrlə sərbəst oynaya bilirsə, burada uşaq yönümlülük olar Ay, yəqin ki. sağ olun. İndi bir də siz mənə nəzər salın görək, deyin görüm. Müəllimə uşaqlara belə deyim, məsələn 3-4 yaşındakı uşaqlara deyir ki, yox, qoy 4-5 yaşın proqramını keçim. Qoy mənim uşaqlarım daha yaxşı öyrənsinlər. Və orta qrup uşaqlarına 4-5 yaşın proqramını öyrədir. Sizcə burada hansı prinsipi pozmuş olur? Məsələn 3-4 yaşın Burada proqramı yox, 4-5 yaşı 3-4 öyrədir. varislik prinsipini pozur müəllimə. Çünki sadədən mürəkkəbə getmək əvəzinə mürəkkəbdən sadəyə gedir də. Ona Əla. görə də varisliyi pozur. Düzdür. Təşəkkür edirəm müəllimə. Səsi açsın Əhmədova Flora. Flora müəllimə. Bəli, müəllimə. Müəllimə siz mənə deyin, məsələn, müəllim müasir texnologiyalarla dərs keçir, elektron lövhə ilə dərs keçir, video çıxarıqlar hazırlayır. Tələb yönümlülük prinsipi müəllimə. Ay, sağ olun, tələb yönümlülüydür. Yaxşı, bəs müəllimə, mənə inteqrativliyə aid bir nümunə gətirə bilərsiniz didaktik prinsiplərimizdən. Məsələn, inteqrativliyi mən inkişaf sahələrində necə təmin edirəm? İnteqrasiya nə deməkdir? İnteqrasiyanın təlimə nə kimi faydası var? Qısa. İnteqrasiya müəllimə fənlərarası əlaqə deməkdir. Yəni əgər biz fiziki inkişaf məşğələsi keçiriksə, fiziki inkişaf məşğələsində uşaqlara məsələn qaçarkən ehtiyatlı olun, təhlükəsizliyə riayət edin. Bunu uşaqlara öyrədiriksə, bu zaman biz inteqrasiyadan istifadə edirik. Amma bu deməli fən daxili inteqrasiyadır, yəni eyni şaquli inteqrasiyadır, yəni eyni inkişaf sahəsi daxilində Şaquli inteqrasiya deməyək, edirik. artıq şaqulidir, üfüqidir, imtahana düşmür. İmtahana inkişaf sahəsi daxilində sözü düşür. Bir də inkişaf sahələri arası sözü düşür. Yəni yadınızda elə İnkişaf qalsın. sahəsi daxilində olur müəllimə bu Ay, sağ inteqrasiya. olun. Yəni inkişaf sahəsi daxilində Həm dedikdə onda sağlamlığı inkişaf elətdirik, eyni zamanda o uşağa təhlükəsizliyi Ay, sağ olun. öyrədirik. Və yaxud Və da ki, yaxud fiziki da ki mədəniyyət biz məşğələsi. say məşğələsi keçirik. Necə? Məsələn, müəllimə belə bir situasiyaya gətirim sizə inkişaf sahələri arası inteqrasiya, inkişaf sahəsi daxilində inteqrasiyaya aid. Məsələn, siz uşaqlara keçirsiniz fiziki mədəniyyət məşğələsi, tutaq ki, gimnastik kamyadan hoppanma və yaxud da ki, başqa bir məsələn tapşırıq verirsiniz uşaqlara. Eyni zamanda siz orada nə edirsiniz? Siz orada inteqrasiya olaraq da 1.3-ü götürürsünüz. Deyirsiniz ki, uşaqlar fiziki mədəniyyət məşğələsində ehtiyatlı davranmalıdırlar. Məsələn, ehtiyatlı hərəkət etmək, maneələrdən ehtiyatlı keçmək. Nəynədim mən? İnkişaf sahəsinin daxilində apardım inteqrasiyamı. Həm uşaqlara fiziki mədəniyyət məşğələsini keçdim, həm də uşaqlara təhlükəsizliyi öyrətdim ki, yəni təhlükəliliyi də nəzərə alın. İnteqrasiyamı nəynədim? 2 işi apardım bir yerdə. Bayaq da say fəaliyyəti dediniz. Ona aid də situasiyaya gətirin. Bir dənə inkişaf sahəsi arası. Məsələn, orta qrupda 3 dairəsində hesablama əməlləri keçiriksə uşaqlara, sonra onlara qrup işi kimi veririk. Məsəl üçün, yapmadan plastilindən 3 rəqəmini yapsınlar. Bu artıq fənlər arası inteqrasiyadır. Fənlər arası deyəni inkişaf sahələri arası inteqrasiya sayılır. Bəli, çünki estetiklə mən neynədim? Riyaziyyatı əlaqələndirdim. Amma unutmayın ha. İdraki inkişaf sahəsi ilə fiziki inkişaf sahəsi, belə estetik inkişaf sahəsini əlaqələndirdim. Unutmayın, heç vaxt. Müəllimə, üfüqi inteqrasiya, fənlər arası inteqrasiya. Yox, müəllim, üfüqi şaqulunu öyrənməyin. Beyninizi qarışdırmayın. Yəni, çünki MİQ imtahanında da mən öz gözümlə gördüm ki, inkişaf sahəsi daxili inteqrasiya düşür. Bir də inkişaf sahələri arası düşür. Bunu Laləzar müəllimə də təlimdə qeyd elədi. Belə başa düşürəm də, o üfüqi inteqrasiyanı demirik də, fənlər arası deyirik. Üfüqi fənlər arası sayılır. Müəllimə, bir də onda belə deyək də, yəni fən daxili, fənlər arası, bir də həyati inteqrasiya var. Yox, onları demirik də, onlar məktəbə aiddir. Məktəbə aiddir. İnkişaf sahələri gedir. İnkişaf sahəsi də çaşdım mən. Fən bizdə yoxdur. İnkişaf sahəsi daxilində, inkişaf sahəsi arası, bir də həyati inteqrasiya var. Həyati inteqrasiya bəzən düşür, amma elə də düşmür. Adətən inkişaf sahəsi daxilində, bir də inkişaf sahələri arası. Məsələn, unutmayın, bir də bunu yadınızda saxlayın. Heç vaxt inteqrasiyanı məşğələvizin əsası kimi götürməyin.
inteqrasiya bir işi yaxşı öyrənməyiniz üçün başqa bir yolla öyrətməkdir. Məsələn, belə bir inteqrasiyaya gətirim. O dəfə müəllimlərə mən fiziki inkişafı, alt standartları öyrədirdim. Hansı ki, məsələn, fiziki inkişafı, idraki, estetik öyrədirdim. O alt standartları. Öyrədəndə müəllimlər başa düşmədilər də, belə deyim, elmi dildə anlamadılar. Mən inteqrasiya elədim həyati situasiyaya. Məsələn, nümunə dedim ki, müəllimlər, mənim bu evim fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdir. Məsələn, atam fiziki inkişafın birinci standartıdır, fiziki hərəkətləri yerinə yetirir. Məsələn, anam masa arxasında davranış qaydalarıdır. Məsələn, bacım da təhlükəsizlik qaydalarıdır. Bu mənim ailəmin üç üzvüdür. Mənim evim fiziki inkişafdır. Qonşumun evi idraki inkişaf sahəsidir. Onun atası nə bilim 2.1, yəni əşya hadisələrdir. 2.2 nitqi dinləyib anlayırdı. 2.3 isə riyaziyyatdır. Elə deyil. Əgər mən problemimi evimdə həll eləyirəmsə, məsələn, mən bu gün mənə deyir ki, 1.1 standartı fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdə fiziki hərəkətləri yerinə yetirir deyilə. Mənə inteqrasiya olaraq verib ki, təhlükəsizlik qaydaları. Mən neynədim? Təhlükəsizliyi öz ailə üzvümdən aldım da o köməyi. Neynədim? Dedim ki, yəni fiziki inkişafın içindədir, evinin içindədir o 3 dənə standart. Amma məsələn, qonşu tutaq ki, idrakin inkişafı riyaziyyatı öyrədir. Riyaziyyat məsələsi həll eləyir. 3 dairəsində riyaziyyatı. O 3 dairəsində riyaziyyatı hoppama ilə öyrənir. Məsələn, 1, 2, 3 dəfə atılıb düşür. Neynədir? Bu evində həll eləyə bilmir onu. Çünki onun inkişaf sahəsi idrakdır. O gəlir qonşu fizikidən kömək istəyir. Qonşu fiziki ona kömək eləyir. 1.3 standartı. Neynədir? Gəldi idrak fizikidən kömək istədi. İki qonşu inkişaf sahələri arasıdır. İnkişaf sahəsi daxili öz evinin içində həll eləyirsən problemi. İndi burada rahat danışmaq olmur, qısa anons keçdim. Amma qaydlarımda var, mütləq baxarsınız, onu çox dərindən izah eləmişəm. Çətin bir şey yoxdur, yəni asandır ora. Asandır, bəli, çətin deyil əslində. İndi düzdür, bilən müəllimə üçün çətindir də, bilməyənlər üçün yenə də daha doğrusu bilən üçün asandır, bilməyən üçün çətindir. Müəllimə, inkişaf arası olduğu inkişaf sahələri eyni olan belə götürək. Yox, inkişaf sahələri eyni. İnkişaf sahəsi bir dənədirsə, fizikinin içindən götürmüsənsə inteqrasiya daxildədir o. Evin daxili, inkişaf sahəsi daxili. Amma inkişaf sahələri arası, məsələn, fiziki ilə idrak ayrı-ayrı inkişaf sahələri. Qonşudan kömək almısansa inkişaf sahələri arası. Ay, sağ ol. Amma özün həll eləyirsənsə, öz evin içində həll eləyirsənsə, kənardan gəlir. Daha sağ ol. Yəni onun izahı ancaq öz qaydında var. Flora müəllimə bir də mənə bunu qeyd eləyin. Məsələn, qayda atarsınız da qrupa. Atacam müəllimə, sırayla keçdikcə atım ki, indidən qarışmasın da mövzu gedək. Müəllimə qeyd elədi ki, bəs estetikdə də plastillə düzəldirik də hərfi keçdikcə. Bu fiziki inkişafdır axı, estetik deyil. Müəllimə, o sizdən asılıdır. Adətən fiziki inkişafı götürməlisiniz plastilini. Bilirsiniz niyə? Bəli, çünki idman xarakterli daşımalıdır. Gözəllik götürürsə estetikdir. Amma kiçik motor hərəkətlər götürürsə fizikidir. Ay sağ ol. Amma adətən də motor hərəkətləri götürməliyik. Unutmayın. Müəllimə yorğunam, ola bilsin ki, ona görə Yox, narahat olmayın. Bir də bunu deyim müəllimələr. Baxın, fiziki, məsələn, riyaziyyat məşğələsində bayaq müəllimə dedi 3 dairəsində uşaqlara mən riyaziyyatı keçirəm. Elə deyil, məsələn, 3 dairəsində də plastilin istəyirəm ki, hazırlasın. O plastilini mən gözəllik üçün hazırlasın istəmirəm uşaq. Hə, ütü belə hazırlama, belə hazırla. Yox, idman üçün. Sanki öyrəndi, idman hərəkəti kimi də plastilini verirəm. Bu olur bu. Bəli, motor bacarığı üçün verirəm. Adətən 1-1-4 standartını götürmək daha məqsədə uyğundur. Çünki fiziki, estetik və yaradıcıda təsviri fəaliyyətdə ağır bir məşğələdir, yorucudur. Riyaziyyat məşğələsi də ağırdır. Mən ikisini eyni anda inteqrasiya edib sintez etsəm uşaq yorular. Ona görə mən riyaziyyatı keçirəmsə yanında idman kimi fizikini verməliyəm. İndi burada müəllimlərə aydın olmaya bilər, bu mövzu ağırdır, çətindir, xırdaçıdır, əsasdır. Onu ancaq öz qaydına baxanda biləcəksiniz. Flora müəllimə, bir də yekun olaraq mənə bunu qeyd eləyin. Didaktik prinsiplər məqsədə aiddir, məzmuna aiddir, yoxsa vəzifəyə aiddir? Məzmuna müəllimə. Ay, sağ olun. Təşəkkür edirəm. Lamiyə müəllimə açsın səsi. İki sual da sizə verim, Lamiyə müəllimə. Formativ qiymətləndirmə hansı didaktik prinsipə aiddir və niyə? Formativ qiymətləndirmə müəllimə inkişaf yönlülüyə aiddir. Çünki inkişaf davamlı olaraq izlənilir şu an. Aha, ay sağ olun. Bəs yaxşı, deyin mənə siz, məsələn, mən uşaqlara seçim şansı verirəm. Məsələn, oyuncaqlar verirəm, seçim şansı verirəm ki, istədiyini götür. Hansı prinsipdir? Uşağa seçim şansı verirəmsə, uşağın yəni meylini, marağını, öz
şəxsi fikrini, təcrübəsini nəzərə alıram da müəllimə. Uşaq könüllüyə aiddir. Ay sağ olun, düzdür. Təşəkkür edirəm müəllimə. Elə bir sual qalmır Sağ artıq, olun. sağ olun. Səs açsın. Məktəbə qədərdən kəşki bir dənə sual verərdiniz müəllimə. Biraz da Vəzifə mənim. məqsəd yaxşı müəllimə deyil mənə. Sosial pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi məqsəddir, vəzifədir yoxsa məzmundur? İzaha baxmayan müəllimlər mütləq baxsınlar. Bir də müəllimlər, Necə müəllim o? bircə dəqiqə müəllimə. Bir də müəllimlər, təlimin sonunda, yəni bir ayın sonunda belə deyim də, dərslər indi həftədə 2 dəfə keçilsə tez bitə bilər. Sertifikat almaq istəyən müəllimlər olsa, o qeyd elədiyim nömrələrlə əlaqə saxlaya bilərlər. Yəni bir aylıq təlimi bitirdiyinizə dair. O haqqda daha geniş məlumat verəcəm. Buyurun müəllimə, davam edin. Müəllim, bu pulsuz təlimdir. Bəli, bu ödənişsiz. Ödənişsiz keçirik. Lamiyə müəllimə, hansına aid oldu dediniz? Eşidirəm müəllim. Hansına aid oldu dediniz? Sosial pedaqoji Nə baxımdan. dediniz müəllimə? Sualı nə dediniz müəllimə? Sosial pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi. O vəzifədir də müəllimə. Ay sağ olun. Vəzifəsidir. Düzdür. Bir də bunu deyin, uşaq şəxsiyyətinin formalaşdırılması. Uşaq şəxsiyyətinin Bu da vəzifədir müəllimə. Müəllimələr, səslər, vəzifə, bəli, düzdür. Vəzifəsidir müəllimə. Məktəbə qədər təhsil vəzifəsi. Düz, təşəkkür edirəm. Fatimə Ədilli açın səsi. Sağ olun. Mənə növbə çatmır deyəsən müəllimə. Hansı müəllimədir? Pərvanə müəllimə. Müəllimə İlk əslində əvvəllər- görsənmir axı. Doğrudan ən əvvəl mən eləmişim. Yəqin əlimdə Soruşaram. pozuldu. Növbədə gözləyin. Test dediyim soruşduğum müəllimlərdən sual cavab soruşmayacağam. Çünki vaxt olmur, dərsə getməliyəm. Sizdən soruşaram. Hə, yox. Aha. Məndən tez soruşmamış. Aha. Buyurun müəllimə, açın səsi Fatimə Ədilli. Onda mənə Pərvanə müəllimə siz açın. Hə, Fatimə Ədilli açdı. Deyin müəllimə siz mənə, məsələn, ümumi olaraq məktəbə qədər təhsil neçə yaşlı uşaqları əhatə edir? 1-6 yaş deyir. Erkən məktəbə qədər dövr hansı yaş dövrüdür? Böyük məktəbə qədər dövr hansı yaş dövrüdür? Erkən yaş deyilir müəllimə yoxsa? Erkən məktəbə qədər dövr hansı yaş dövrüdür? Erkən yaş dövrü 1-3 yaş müəllimə. 3-6 yaşda məktəbə qədər yaş dövrü. Böyük məktəbə qədər də 3-6 yaş. Müəllimə 1-2 yaşında, 2-3 yaşında nə qədər uşaq olur? Bir məsələn, birinci kiçik qrupda nə qədər uşaq olur? Neçə uşaq olur bir sinifdə? 1-2 yaşda 10 uşaq, 2-3 yaşda 15 uşaq. Müəllimə, unutmayın. Hamı mənim dediklərimi yazsın bir yerə. Səslər. Səslərimiz. Bir dəqiqə. Əl qaldı. Ay müəllimələr, əl qaldır, əl qaldır. Bu səs nədir? Müəllimənin özündədir deyə. Yox, bizdə heç kim yoxdur xanım. Yox, narahat olmayın, hamı səsini bağladım. Aha. Bayaqki sual verdiyim müəllimə açsın səsi. Müəllimə, siz mənə deyin görüm. Məsələn, deyirəm ki, bayaq nə dedim? Hansı sualı verdim? Hə, 1-2 yaşında unutmayın. 1-2 yaşında neçə uşaq olur? 15 uşaq. 15 uşaq. 1-2 yaşında. 2-3 yaşında da 15 dənə uşaq olur. 1-2 yaş ayrı sinifdə 15 uşaq, 2-3 ayrı sinifdə 15 uşaq, 3-4 yaş qrupunda 20 uşaq olur, 4-5-də də 20 olur, 5-6-da da 20 olur. Amma unutmayın müəllimə, 1-3 qarışıq qrupda, bayaq dedim 1-2 ilə 2-3-də ayrı-ayrılıqda 15 olur. Amma 1-3-ü qarışdıranda bir yerə, orada artıq olur 10 uşaq, 5 dənəsinə çıxırıq. Yadınızda qalsın. 3-6-da isə ümumi olaraq ayrı-ayrılıqda 3-4-də, 4-5-də, 5-6-da ayrı-ayrılıqda olur 20 uşaq. Amma 3-6-nı bir yerə qarışdıranda qarışıq qrupda 15 uşaq olur. Unutmayın onu. Yazarsınız. Müəllimə, elə bizdə müəllimə, bizdə qarışıq qrupda 15 uşaqdır. Ay sağ olun. Bəli. Hansı yaş dövrüdür? 1-3 yaş dövrüdürsə 10 uşaq olmalıdır. 3-6 yaş dövrüdürsə qarışıqdırsa 15 uşaqdır. Bəli, o qədər qəbul edir. Təşəkkürlər. Elə bizdə elədir müəllimə. Əvvəl 15 uşaq idi müəllimə. 2 ildə 10 uşaq eləyiblər. Bizdəki qarışıq qrup. Bəli, sistem standart, yəni sayla qəbul edir də. Fatimə müəllimə, bir də bu sualımı cavablandırın. Məsələn, müəllim məşğələyə gəlir, amma müəllimənin nə planı var, nə cari planı var, nə vəsaiti var. Heç nə gəlir, oradan-buradan tapır-tapışdırır, dərsini keçir, çıxıb gedir. Müəllimə, nəticə yönümlülük pozulur burada. Bəli, düzdür. Yönümlülüyə riayət etmir. Düzdür, bəli. Nəticə yönümlülük. Təşəkkür edirəm. Səsi açsın Pərvanə müəllimə, bayaq dediyimiz. Müəllimə, haqqınızı halal eləyim. Sağ olun. Çox sağ olun. Pərvanə müəllimə.
Bəli, müəllimə, axşamınız xeyir, eşidirəm sizi. Aha. Müəllimə, uşaq nəticəyə gəlmir. Yəni, məsələn, məşğələ sonrası nəticə əldə etmir. Yəni, məşğələ səmərəsiz keçir, vaxt bölgüsü düzgün deyil, məşğələ zamanı resursları yerində deyil və nəticə müəllimin o qoyduğu məqsədə müəllim çata bilmir. Səslər xəyali müəllimə, səsi bağlayın, zəhmət olmasa. Müəllimə cavablasın bilim. Deməli, müəllimə elədirsə, deməli, nəticə yönümlülük prinsipi pozulur. Yəni, gözlənilən nəticəyə, təlim nəticəsi reallaşmır da. Müəllimə nəyəsə yəqin düzgün planlaşdırmayıb, planlaşdırma düzgün aparmayıb, nəticə əldə olunmur da, orada nəticə yönümlülük prinsipi pozulur yəni. Ay, sağ olun. Müəllimə, bəs qrupumda bir dənə uşaq var. Mən ona 4 gündür şeir öyrədirəm, balaca bir kiçik şeirdir. O uşağın yaddaşında o qalmır, yaddaşı yoxdur. Burada hansıdır? Burada müəllimə deməli, meylin marağın nəzərə alınmır, həm də şəxsiyyət yönümlülük prinsipində Meyl maraq pozulur. uşaq yönümlülükdür, amma meyl maraqdan söhbət getmir axı burada. Yaddaş var, şuur var, qavrama var. Qavraması burada şəxsiyyət yönümlülük prinsipi pozulur. O uşaq yəni ki, idraki onun zəifdir, ona görə qavraya bilmir. Ay, sağ olun. Bəs müəllimə, uşağın onurğasında əyriliyi var. Hansıdır bəs? Burada deməli fiziki cəhətdən zəiflik var. Uşaqda deməli psixomotor, burada da yenə şəxsiyyət yönümlülük pozulur müəllimə. Çünki birlikdə şəxsiyyət yönümlülükdə idraki bacarıqlardır, fiziki bacarıqlar, psixomotor bacarıqlardır, ünsiyyətdir, bir də dəyərlərdir da. Bunlar əgər 4 deməli prinsiplər yoxdursa, uşaqda özünü göstərmirsə, deməli şəxsiyyət yönümlülük prinsipi pozulur. Əla, düzdür. Təşəkkür edirəm. Əla. Öyrənin inşallah didaktik prinsiplərdən də testlər olacaq. Bir də fəal təlim, iş üsulları, iş formaları imtahanın hegemon mövzularından biridir. Elə hamısı əslində, hərədən 1-2 dənə sual düşür. Hamısını öyrənsəz, bilin ki, təxmini bu təlimin sonunda bir imtahandan 30-40 dənə sualınızın cavabı burada ola bilər. Belə müəllimələr, indi dərsə gedirəm. Artıq 15 dəqiqə. Ayda müəllimə üzr istəyirəm. Bu qrupun ödənişsiz qrupun açılmayacaq belə nəsə yazıb eləmək soruşmaq. Yox müəllimə, onu açsam mən megabaytı az olan müəllimlər var. O qədər müəllimələr var ki, anlayışı yoxdur. Yəni qrupda qala bilmirlər. Mesajlar çox olur. Ancaq mən yazıram, siz linkə qoşulun, dərsdə nə sualınız varsa verin. Yəni mən onu açsam yenə də deyirəm, orada müəllim qalmaz səsküydən. Hərə bir mesaj yazacaq, qarışacaq, atdığım PDF-ləri təcək. Ona görə təəssüf ki, alınmır. Həm də çox müəllim qoşulur. Yəni qruplarda 4-5 minə yaxın müəllim var. O ödənişsiz qruplarda. Belə müəllimlər. Soruşmaq istəyirəm. Bağça müdirlərini sertifikasiya hazırlaşdırırsınız? Müəllimə, hələ ki yox, vaxt məhdudiyyətinə görə təəssüf ki, amma inşallah yaxın zamanda olacaq. Hələ ki hazırda vaxt məhdudiyyətinə görə heç götürə bilmirəm, amma yazan valideyn müəllimlər çoxdur. Yəni müdirlər. Ay deməli bağça müəllimə bizdən qabaq gedəcəklər sertifikasiyaya. Dəqiq deyil, onu mən deyə bilmərəm müəllimə. O artıq belə deyim də idarə etməklə bağlı bir şeydir. Dəqiq deyil. Axşamınız xeyir müəllimə. Bir söz soruşa bilərəm. Buyurun. Bizim diaqnostikamız birinci oldu. Müəllimə, diaqnostik qiymətləndirmə sentyabr ayı eləydi, elə deyil müəllimə. Müəllimə, diaqnostik oktyabrda olmuşdu, amma birinci yarım ildə sizin imtahanınız gözlənilir, amma yenə də rəsmi deyil. Görüm də nə olacaq. Narahat olmayın. Oktyabr 29 olmuşdu. Bəli. Siz oxuyun inşallah. Yazmayın, uşağın adaptasiyası. Diaqnostik qiymətləndirmə uşaq üçün müəllimə yazırıq, meyarları yazırıq, diaqnostik ilkin qiymətləndirməsi. Sentyabr ayından başlayırıq yazmağa yoxsa? Bəli, ilk 15 günlüyündə yazılır. Aha. Ayda müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir. Müəllimə, axır ki sizə qoşula bildim. Keçən dəfə dərsə qoşula bilmədim. Bu səfər də hazırlaşmışdım. Amma mən hər işarəsini bilmirəm. Hansı müəllimə? Yılmaz müəllimə. Yazırdım. Gələn dəfə yadıma salın. Dərsə girəndə deyin ki, müəllimə mənə demişdiniz. Keçə bilmirdim. Narahat olmayın müəllimə. İnanın, müəllim çoxdur, hamıya çata bilmirəm. Amma bacardığım qədər olmağa çalışıram. Sağ olun. Dəqiqə, an balam izləyirəm. Çox sağ olun. Allah sizdən razı olsun. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Narahat olmayın. Yəni inşallah keçəcəm. Vaxt olduqca gələn həftə indi gün təyin eləyəcəm, yazacağam əvvəlcədən günü. Tam standart gün deyə bilmirəm. Məlum məsələdə yeni illə bağlı tədbirlərimiz olur. Amma keçəcəm. Ayda müəllimə. Bəli. Bir sözlə soruşum, mən soruşum sizdən. İmtahanla bağlı görəsən nə vaxt xəbər çıxar da? Yəni 3-4 ay qabaqdan bilinsə yaxşı olardı. Müəllimə, onu mən deyə bilmərəm, %100. Sadəcə 2026 deyilib. Məsələn, birinci yarım il deyilib, amma bəlli deyil. Rəsmi heç nə deyə bilmirəm mən.
Yəqin ki, deyirsə mütləq ki, 2 ay qabaqcadan müəllimə dedi ki, 2 Laləzar ay. müəllimə, yəni 1 ay, 2 ay qabaqcadan deyilməlidir də mütləq. Yəni o əvvəlcədən ən Yəqin az brifinq deyiləcək. olar da müəllimə. Gələn ay yəqin brifinq olar. Olacaq, çox güman ki, olacaq. Keçən il olmuşdu da Amma imtahanlarla bağlı. olsa da amma Deyiləcək. deyilmir də. 2 ay Deyilər yəqin qabaqdan ki. deyilir. Deyiləcək. 2026 %100 İnşallah. deyirlər. 3-4 ay qabaqdan desələr yaxşı O olardı qədər da. inanmıram, o qədər uzun müddət inanmıram olsun. Diaqnostik elə oldu da müəllimə. 1 ay qabaq, 20 neçə gün qabaq deyildi. Qəfildən oldu diaqnostik. İnşallah yaxşı olar. Narahat olmayın, ürəyinizi sıxmayın. Göndərdiyim dərsləri oxuyun. Müəllim yoldaşlarınızı da qrupa əlavə edin. açılmaq Hər kəs şansı var. qoşulsun. Sağ olun müəllimlər. Gecəniz Müəllimə, xeyrə qalsın. Buyurun. Xeyrə qarşı Sağ olun müəllimə. müəllimə. Gecəniz Xeyrə xeyir qarşı, olsun. sağ olun. Azad eləyəsən bizi. Sağ olun, çox sağ olun. Sağ olun müəllimə. Allah razı olsun.